Salam, hörmətli həmkarlar. Hər birinizi salamlayıram. Axşamınız xeyir olsun. Məni eşidirsiniz? Bəli, Bəli, axşamınız bəli, bəli, bəli. Bəli, xoş gördük. Hər birinizi Hər vaxtınız xeyir. Deməli, hörmətli həmkarlar, ilk öncə mən sizə dərsimizin formatı haqqında məlumat təqdim etmək istəyirəm. Zəhmət olmasa mikrofonları bağlayın, çünki dərsimiz elektron telekommunikasiya vasitəsilə həyata keçirildiyi üçün bəzən elə olur ki, bir-birimizin səsini eşidə bilmirik. Ona görə kimin ki, hər hansısa bir sualı olarsa, o zaman burada əl işarəsindən istifadə edə bilərsiniz bu formada və sualınızı mənə təqdim edə bilərsiniz. Qeyd edim ki, bugünkü dərsimiz bizim YouTube kanalımızda yerləşdiriləcək və hər kəs bu dərsi izləyə bilər. Bugünkü bu bizim dərsimiz, ilk dərsimizdir. Müavinlərin işə qəbulu üzrə, yəni müsahibə mərhələsinə hazırlıq istiqamətində bizim dərslər keçiriləcək. Dərslərimiz hansı formatda keçiriləcək, bu haqda məlumat verim. Dərslərimiz onlayn, canlı formada keçirilir və burada situasiya sualları, qanunvericilik üzrə sual-cavab həyata keçirilir. Yəni belə deyək, İlk dərsimizdə biz belə deyək, deməli müavinlərin qrupuna mən intizam qaydalarını göndərmişdim bizim ödənişli qrupumuza. Həmin qrupda yoldaşlar yəqin ki hazırdılar, sual-cavab keçirəcək. Ondan sonra mən yeni mövzunu izah edəcəm. Bir neçə dərs məktəb sənədləşmə işi, müavinin sənədləri, müavinin əmək funksiyası haqqında biz danışacağıq, prioritet istiqamətləri və s. və ondan sonra da bizim situasiya suallarımız var, hansı ki fevralda, mayda keçirilən situasiya suallar ki, müsahibədə namizədlərə təqdim olunan həmin sualları mən PDF materialında hazırlamışam. Həm sualı, həm cavabı onları təqdim edəcəm, canlı izah təqdim edəcəm və əlavə olaraq qanunvericilik üzrə təhsil qanunvericiliyi, əmək qanunvericiliyi, əmək qanunvericiliyindən düzdür, çox da sual düşmür, amma 2-3 sual düşmə ehtimalı olur. Ona görə həmin istiqamət üzrə də suallar, yəni bu istiqamətdə biz hazırlaşasıyıq sizinlə bu formada. Bir də qeyd edim ki, bayaq da qeyd etdim, bir daha bunu vurğulayım ki, bizim bu dərsimiz YouTube kanalımızda yerləşdiriləcək və kimlər ki bizim dərslərimizə qoşulmaq istəyir, onlar mənə 051 307 76 98 nömrəsi ilə mənimlə əlaqə saxlaya bilər. Bizim canlı dərslərimizdə iştirak edə bilər. Dərslərimiz hələlik həftədə 2 dəfə olaraq keçiriləcək. İkinci, dördüncü günlər axşam saat 9-da. Amma müsahibə tez olarsa, yəni artıq vaxt müəyyənləşərsə, biz təbii ki materialı çatdıracağıq. Müsahibəyə tam hazır səviyyədə gedəcəksiniz və biz intensiv qaydada, yəni hər gün olaraq dərslərimizi təşkil edəcəyik. Belə, mən sizə ev tapşırığı olaraq, yəni bizim bu avqust müavinlər qrupu ki var, bu yoldaşlara intizam qaydalarını göndərmişdim ev tapşırığı olaraq. Çünki bizim hər gün belə bir ev tapşırıqları da olur ki, mən göndərirəm. Onların video izahı, ev tapşırığının video izahı, materialı və mütləq də ki, yəni dərsdə biz sual-cavab keçiririk. Yoldaşlar, deyin mənə zəhmət olmasa, siz dərsə hazırsınız? Deyin mənə. Aha, intizam qaydaları deyildikdə yoldaşlar, əvvəl bildiyimiz şagird davranış qaydaları var idi. Əvvəl 400 məktəbi əhatə edirdi. Amma indi hal-hazırda bütün ümumtəhsil müəssisələrində bu intizam qaydaları tətbiq olunur. Və təbii ki, əvvəllər biz belə deyək, özünün refleksiya otağımız var idi məktəbdə, koordinasiya tədbirləri həyata keçirilirdi. Həmin şagirdlərin belə deyək, həmin otaqda özünün refleksiyasını həyata keçirirdik. Amma indi prosedur biraz dəyişib, qaydalar dəyişib və bu qaydalar necə tətbiq olunur, bu haqda biz danışacağıq və sonra artıq mən öz izahımı təqdim edəcəm. Yəni bizim dərsin bir 10 dəqiqəsi, 15 dəqiqəsi olur ki, biz sual-cavab keçiririk. Sonra da mən canlı olaraq dərsi izah edirəm. Bizim dərsimiz əslində 1 saat davam edir. 1 saat davam edir, amma elə dərslər olur ki, bəzən 1 saat vaxtımız, yəni bəs etmir bizə bu 1 saat və ona görə də biz 1 saat yarım olaraq, 1 saat 15 dəqiqə olaraq dərsimizi davam edirik. Belə, intizam qaydaları. Deyin zəhmət olmasa, əl işarəsindən istifadə etməyi unutmuruq, əl qaldırmağı unutmuruq
Və deyin zəhmət olmasa, intizam qaydaları məktəbdə necə tətbiq olunur? Baxın, mən məktəb direktoruyam, bilirsiniz. Mən məktəb direktoru olaraq bu intizam qaydalarını məktəbdə necə tətbiq etməyə başladım? Ümumiyyətlə, məktəblərdə bu qaydalar necə tətbiq olunur? Bu qaydalar bizə göndərildi. Normativ hüquqi sənəd olaraq məktəblərə bu intizam qaydaları göndərildi. Mən nə etdim? Bunu kollektivə necə təqdim etdim? Kimlərə təqdim etməliyəm? Məktəbdə bu qaydalarla bağlı kimi tanış etməliyəm? Bu prosedur necə həyata keçirilir? Siz deyin zəhmət olmasa. Dərsin video qeydi də aparılır. Bunu da bir daha qeyd edim. Elvira müəllimə deyin zəhmət olmasa. Deməli, salam, vaxtınız xeyir olsun. Deməli, şagird intizam qaydaları məktəbə təqdim olunandan sonra məktəb rəhbərliyi birinci ilk olaraq müavinlərlə, xüsusən də təlim tərbiyə üzrə təşkilatı müavinlə, eyni zamanda uşaq birliyi ilə birlikdə bunu müzakirə edirlər, təqdim edirlər onlara. Daha sonra sinif rəhbərləri ilə paralel işi təşkil edirlər, müavinlər, sinif rəhbərləri ilə görüş keçirir, bunu bölürük, böyük məktəbdirsə bölürük, 5-9, 9-10-11 bu qaydada olaraq çatdırırıq. Təbii ki, sinif rəhbərlər öz mövqeyindən çıxış edərək hər bir valideyni, hər bir sinifin valideyni və şagirdləri maarifləndirməsi istiqamətində işlər aparılır. Mən xatırlayıram ki, tətbiq olunanda intizam qaydaları əvvəl bizdə 400 məktəb içərisində idi, biz onu çərçivələdik, sinif otaqlarından astıq, uşaqlara hər bir maddəni izah elədik, mahiyyətini aydınlaşdırdıq ki, uşaqlar məktəbdə hansı hərəkətlər edib, hansı hərəkətlərə daha diqqətli olmalıdırlar. Bəli, bu intizam qaydaları məktəbin foyesində asılmalıdır, hər bir sinifdə asılmalıdır mütləqdir. Çünki hər hansı yoxlama gəldiyi zaman buna diqqət yetirir. Biz bilirik də bunu, düzdür. Bir də ki, bizdə intizam qaydaları üzrə koordinator təyin olunur. Bunu da bilirik yəqin ki. Bəs əlavə olaraq da bir də ki, siniflərdə bu intizam jurnalları da var, bilirsiniz. Orada qeydlər aparır. Bəli, qırmızı jurnallar idi, o jurnallardan istifadə edirik. İndi də istifadə olunur. Siz qırmızı jurnal deyirsiniz ona elə? Bizdə bəli, qırmızıdır, qırmızı rəngdə xüsusiləşdirmişdik özümüz. Bu da Sağın davranışdır. Bəli. Yaxşı, Elvira müəllimə, təşəkkür edirəm sizə, digər yoldaşlardan. Gülümsər müəllimə, deyin zəhmət olmasa, biz bilirik ki, məktəblərdə korreksiya edici tədbirlər həyata keçirilir. Əvvəllər özünün refleksiya otağı var idi ki, həmin bu otaqda refleksiya tədbirləri həyata keçirilirdi. Şagirdə xüsusi bir vərəq təqdim olunurdu. Orada intizam qayda pozuntusu qeyd olunurdu. Nəyə görə mən bu hərəkəti etdim? Gələcəkdə bu kimi hərəkətlərə yol verəcəm ya yox kimi qeydlər aparırdı. Şagird davranış qaydaları ilə tanış edirdik. İndi hal-hazırda bu prosedur həyata keçirilmir və korreksiya edici tədbirlər həyata keçirilir. Bu haqda danışacağıq. Korreksiya edici tədbirlər deyildikdə, Gülümsər müəllimə, siz nəyi başa düşürsünüz? Axşamınız xeyir. Xeyir olsun. Deməli, birinci komissiya yaradılır. Məktəb direktorunun əmri ilə 5-7 nəfərdən ibarət komissiya yaradılır. O komissiya deməli fən müəllimləri ola bilər, sinif rəhbəri olur, psixoloq, məktəbin UBR olur, şagirdlərlə məktəbdən kənar, sinifdən xaric təşkilatçı ola bilər. Bir dənə də valideyn. Deməli, 5-7 nəfərdən ibarət bir komissiya yaradılır. Məktəb direktoru əmr edirlər. Bu komissiya yalnız, belə deyək, bir istisna halda... İntizam komissiyası hansı halda dəvət olunur? Aha, bu sualın cavabını təqdim Birincisi, əgər belə deyək, şagird bir neçə, belə deyək, qüsur işləyir, qayda pozuntusu edir və biz onu müəyyənləşdirə bilmirik ki, hansı səviyyə budur. Məsələn, gecikir, format çoxdur və biz bilmirik. Bu birinci səviyyədir, ikincidir. Bunu təyin etmək üçün biz komissiyanı çağırırıq. Bir də ikincisi, ola bilər ki, hansı valideyn narazıdır və bu zaman komissiyanı çağırırıq, komissiya üzvləri başa salır, valideyn deyir, valideyn sən uşaq bunu edibdir. Bu iki belə də tədbirdə çağırırıq. Və burada şagird davamiyyəti, gigiyena forması, etik davranış qaydaları, bəli. Gəlin bir də mən qeyd edim, Gülümsər müəllimə, üzr istəyirəm yoldaşlar üçün. Deməli, iki halda
bu komissiya, yəni intizam komissiyası dəvət olunur. 1. Əgər valideyn rəsmi qaydada həyata keçirilmiş korreksiya edici tədbirlə əgər etiraz edirsə, razı deyilsə, təbii ki, belə bir hallar olur. Bu intizam komissiyası dəvət olunur. İkinci halda ki, əgər qayda pozuntusu, yəni çoxdur. Ola bilər ki, bir neçə, birinci səviyyə, ikinci, üçüncü, bir neçə qayda pozuntusu mövcud olduğu zaman, o zaman biz əgər qayda pozuntusunun səviyyəsini müəyyən edə bilmiriksə, o halda biz intizam komissiyasını çağırırıq, dəvət edirik və iclas keçiririk. Və mən əmr göndərmişdim. Siz əmrlə tanış olmusunuz da, yəqin ki, intizam komissiyasının əmri ilə. Gülümsər müəllimə? Bəli, bəli. Qrupa göndərmişdim. Bəzən yoldaşlar soruşur ki, müəllimə bu qədər sənəd göndərirsiniz, əmrlər falan. Əmr orada bilmişsiniz ki, kimlər kimlərdir. Bəli, dərsdə də təqdim edirəm, əmri göndərirəm ki, siz tanış olasınız, biləsiniz ki, həmin əmr necə yazılır. Dərslərdə biz normativ hüquqi sənədlərin yazılmasıdır, müəyyən məktublardır, təqdimatlardır və s. protokolların yazılması və s. Bunları da biz dərsdə izah edirik və bunları da mütləq bilməlisiniz müsahibə zamanı. Sonra Gülümsər müəllimə davam edin, üzrlü hesab edin. Sözünüzü kəsməli oluram, çünki müəyyən məsələlər olur ki, yoldaşlara çatdırmaq istəyirəm. 5-7 nəfərdən bir komissiya təşkil olunur, ibarət olur bu komissiya. Sonra burada rəğbətləndirmə tədbirləri də var. Bunlar hansılardır? Bəli, burada demək 3 məyər üzrə belə deyək gedir rəğbətləndirmə, davamiyyət, sosial nizam-intizam, sosial məsuliyyət və akademik bilik. Deməli, yaşıl kart vizual olaraq da yaşıl kart tərtib olunur. 3, 1, 2, 3 olarsa biz təşəkkürnamə, 4-5 olarsa təltifnamə, 6, 7, 8 olarsa biz buna fəxri fərman verilir və bir tədris ili üçün nəzərdə tutulur. Həm sarı, həm yaşıl, həm qırmızı kartlar və əgər 3-cü və 4-cü səviyyə, yəni ağır bir də çox ağır səviyyədə pozuntu olarsa, bir yaşıl belə də kart şagirdin ləğv olunur və bu rəğbətləndirmə də pozuntu da şəxsi işində qeyd olunur və bir tədris ilində qüvvədə olur. Bir də Gülümsər müəllimə qeyd edək, 3 kart varsa tərifnamə, yaşıl kart, 5 kart varsa 5 təşəkkürnamə, 8 fəxri fərman. 8 yaşıl kart olmalıdır ki, həmin şagirdə fəxri fərman tərtib. Bəli, və şəxsi işində qeyd olunur. Tamam, bir tədris təşəkkür edirəm yoldaşlar. Bir də ki, həmin sənəddə bir nömrəli əlavə var. Yəqin ki, görmüsünüz ki, burada korreksiya edici tədbirlər həyata keçirilir. Sarı kart hansı halda verilir? Deyək ki, birinci qayda pozuntusunun səviyyəsi müəyyən olunarsa, ikinci qayda pozuntusu, üçüncü, dördüncü, 4 qayda pozuntusunun səviyyəsi müəyyən olunur və hansı halda hansı kartlar təqdim olunur, hansı korreksiya edici tədbirlər həyata keçirilir. Bu bir nömrəli əlavədə qeyd olunub. Yəqin ki, buna diqqət yetirmisiniz. Yoldaşlar, deyin zəhmət olmasa, birinci qayda pozuntu səviyyəsi biz bilirik ki, yüngül səviyyə hesab olunur. Bu hansı hallardır? Yüngül qayda pozuntusu deyildikdə nələr nəzərdə tutulur? Kim deyər? Əl qaldırın zəhmət olmasa. Buyurun. Aha. Şərafət müəllimə, deyin zəhmət olmasa. Adınızı düz qeyd edin. Deməli, bəli. Deməli müəllimə, əgər dərsə gecikmə varsa, yəni bu 5 dəfəyə qədər də ondan çox olmazsa, dərsə gecikmə varsa və yaxud da məktəbli forması qaydasında olmazsa, ya bir neçə dəfə müəllimdən icazəsiz çölə çıxma baş verərsə, yüngül sayılır. Daxilində qaçır, qaydaları pozur deyək ki. Amma birbaşa bu kartlar verilmir də 5 dəfəyə qədər. Bəli, birdən 5 dəfəyə qədər olanda sadəcə xəbərdarlıq olunur və bu şəxsi işdə yazılmır. 5 dəfəyə qədər deyək ki, dərsə gecikib. Burada hansı korreksiya edici tədbir həyata keçirilir?
Və bu zaman sadəcə şagirdlə söhbət aparılır. Elədiyinin onun təlim-tərbiyə prosesinə zərərli olduğu izah olunur. Bu Bəli, nə şəxsi işdə qeyd olunmur, nə də ki buna görə heç bir kart verilmir. bəli. Amma əgər 5 dəfədən artıq olarsa, artıq bu davamlı qayda pozuntusu hesab olunur və həm elədiyi hərəkətin izahı verilir şagird üçün. Eyni zamanda bu şəxs işində qeyd olunur, həm də ki sarı kart verilir. Amma burada bir məsələni yadda saxlamaq lazımdır. Hansı qayda pozuntusu müəyyən edilsə də səs tonunu qaldırmaq olmaz. Bu mütləqdir. Bax, bunu müsahibədə qeyd edirsiniz. Bəli, verbal və yaxud da qeyri-verbal dedik, ünsiyyət saxlanılır, amma səs tonu qaldırılmır. Qaldırmaq olmaz heç bir halda. Tamam, təşəkkür edirəm. Mən çalışacağam maksimum qısa formada sual-cavab edək. Çünki dediyim kimi 10-15 dəqiqə maksimum olur bizdə sual-cavab. Təşəkkür edirəm. İkinci qayda pozuntusunun səviyyəsini kim danışmaq istəyir? Buyurun. Nilufər müəllimə deyin. İlk növbədə salam verənlər üzrlü sayın. Salam, buyurun. İkinci səviyyə, orta səviyyəli pozulmalar sayılır. Yalan danışmaq buna aiddir, həqiqəti gizlətmək və 1 və 5 dəfədən olarsa bu artıq ikinci dərəcəli qayda pozuntusudur. Bir də artıq uşaq mütəmadi yalan danışırsa, 5 dəfəni keçirsə, artıq bu zaman qeydlər aparılır şagirdlərdə və tədbirlər olaraq valideynlərlə telefon əlaqəsi və ya dərs gününün sonunda görüş təyin olunur. Məktəb rəhbərliyinə də bu haqda məlumat verilir. Bir də sarı kart təqdim olunur. Bəli. Bir də şagird dərs zamanı hər hansısa bir və ya onlayn dərs varsa hal-hazırda IT Hub layihəsi layihə tətbiq olunan məktəblərdə onlayn dərslər keçirilir ki, bu dərslərdə şagird onlayn toplantılar zamanı 5 dəfədən artıq hər hansısa bir yayınmaya yol verirsə, diqqətsizlik edirsə, dərsin gedişatına mane olursa, artıq bununla da bağlı tədbirlər görülür. 5 dəfəyə 1-5 arasındadırsa heç bir qeydiyyat aparmağa ehtiyac yoxdur. Amma 5 dəfəni keçibsə artıq müəyyən tədbirlər görülməlidir. Bu zəhmət olmasa, ikinci qayda pozuntusunda qırmızı kart verilə bilərmi? İkinci qayda pozuntusunda sarı kart tətbiq olunur. Yəni Qırmızı kart da var da orada. Baxın, birinci qayda pozuntusunda ancaq sarı kartdır, qırmızı yoxdur. İkinci qayda pozuntusunda həm sarı var, həm qırmızı var. Qırmızı kart hansı halda təqdim olunur? Kim deyər? Gəlin digər yoldaşları da dinləyək. Çox sağ olun, təşəkkür edirəm müəllimə. Buyurun, əl qaldırın. Aha, digər yoldaşlar ürəkli olun. Buyurun, sizin fikirləriniz bizim üçün çox önəmlidir. Kim deyər? Savad müəllimə, buyurun. Axşamınız xeyir olsun müəllimlər. Zifə xanım, burada deməli qırmızı kart düşünürəm ki, ağır səviyyəli pozulmalarda verilir. Biraz o hissəsini qaçırmışam deyəsən. 3-cü səviyyə, 4-cü səviyyədə qırmızı kartlar verilir. 2-ci səviyyədə də qırmızı kart mövcuddur. Aha, bəli. Tutaq ki, təhlükəsizlik qaydalarını pozub, başqa hansı hal ola bilər? İkinci səviyyəni danışım. Bəli, ikinci səviyyədə qırmızı Aha, kart tamam. mən soruşuram. İkinci səviyyəli pozuntular yalan danışarsa, həqiqəti gizlədərsə, təhlükəsizlik yaradarsa, mən qırmızı kart daha çox 3-cü səviyyədə verilmir, 3-cü və 4-cü səviyyələrdə. İkincinin istisnası. Bəli, qısnama, baxın, bullying halları. Bullyingə məruz qoymaq, bəli. Verbal bullying, sosial bullying, kiberbullying, bir də fiziki bullying. Belə deyək də, burada ağır bullying müşahidə olunmur da. Ola bilər ki, qeyri-etik ifadələr işlədib, hər hansısa bir qısnamaya kimisə belə deyək, vadar edib, onu özü bullydir də, belə deyək. Bəli. Bax, ona qırmızı kart verilir, belə bir hal olur. Aha, sonra üçüncü səviyyəli bu ağır pozulma sayılır, məktəbdən yayınır, qadağan olmuş təhlükəli ərazilərdə icazəsiz iştirak edir, üzürsüz səbəbdən dərsə gəlmir, ehtiyatsızlıqdan özünə və digər yoldaşlarına təhlükə yarada bilər.
Sonra təhlükəsizlik siqnalını zərurət olmadan, yəni ehtiyac olmadan o düyməni işə salmaq, nizamı pozan davranışa təkrar yol vermək, yoldaşının əmlakını oğurlamaq, digər şəxsin və yoldaşının əmlakını oğurlayarsa, başqalarına qeyri-etik davranış göstərmək, açıq-aşkar, yəni hörmətsizlik etmək. Bunların hər birində qırmızı kart verilir artıq. Xəbərdarlıqdan sonra, bəli. Yanğın təhlükəsizlik siqnalını hər hansı bir zərurət İcazəsiz işə salıbsa. Bu Bəli. halda hansı korreksiya edici tədbirlər həyata keçirilir deyə bilərsiniz? Bu müsahibədə belə sual verilir. Deməli şagird əgər icazəsi olaraq yanğın təhlükəsizlik siqnalını işə salıbsa, hansı korreksiya edici tədbir görülə bilər? Deməli, özünü refleksiya ola bilər burada. Özünü refleksiya Əvvəllər var idi özünü refleksiya. Zadırsa ayrıca otaq var idi. Həmin bu koordinator şagirdi bu otağa yönləndirirdi. Ona ayrıca vərəq təqdim olunurdu. Burada qeydlərini aparırdı. Amma indi ancaq korreksiya edici tədbirlər həyata keçirilir. Onu soruşuram. Bu nömrəli müsahibədə konkret qeyd olunub hansı korreksiya edici tədbir hansı halda həyata keçirilməlidir. Sırf bu yanğın təhlükəsizlik siqnalını işə salıb. Burada siz deyək ki, müavin olaraq bilməlisiniz ki, hansı korreksiya edici tədbirlər həyata keçirilməlidir. Deyin. Valideynə məlumat verilməlidir. Təbii ki. Mən birinci deməli ilk olaraq sinif rəhbəri şagirdin özü ilə söhbət aparmalıdır. Məktəb psixoloqu şagirdin özü ilə söhbət aparmalıdır. Sonra valideynə məlumat verir. Əgər bunlar, yəni necə deyim, bunlar müəyyən şagird əgər bir nəticə çıxartmasa, sonra valideynə məlumat verilməlidir. Yenə də şagird nəticə çıxartmasa, axırda ona qırmızı kart verilir. Burada hər hansı nəticəni gözləmirik də. Burada təhlükəsizlik siqnalını işə salıb. Təbii ki, burada məktəb direktoru birbaşa valideynə bildiriş məktubu göndərməlidir. Sonra dedik ki, psixoloqa yönləndirilməlidir, valideyn dəvət olunmalıdır, məktub göndərilir ki, valideyn məktəbə gəlsin, düzdür? Görüş keçirilir. Yenə də səs tonunu qaldırmadan biz həmin şagirdə izah etməliyik ki, bunun yəni icazəsiz işə salmağa, yəni yanğın təhlükəsizlik siqnalı olmaz. Bunu izah etmək lazımdır. Qırmızı kart təqdim olunur və təbii ki, şagirdin şəxsi işində də bu qeydlər aparılır. Tamam, təşəkkür edirəm. Mən bunu niyə belə? Mən əlavə eləyə bilərəm, üzr istəyirəm. Olar mı? Olar, buyurun. Adətən 5-6-cı siniflər üçün biz mülki müdafiə təlimində oluruq sinif rəhbərləri və 1 saat, ayda 1 saat səhv eləmirəmsə, uşaqlarla o barədə də mövzular ətrafında fövqəladə hallar və s. məktəb binasının infrastrukturla, davranışla bağlı, yəni biz onlarla təlim aparmalıyıq. Yəni o işi də orada, yəni o təlimi keçən sinif rəhbərimi, müəllimi yenidən o uşaqla, yəni uşaqlarla o görüşü təzədən də təşkil eləmək olar. Bəli, bu tədbirlərlə də bağlı məktəb direktoru əmr verməlidir və siz dediyiniz kimi bu seminarlar təşkil olunmalıdır şagirdlər üçün. Müəllimlər üçün müavin təşkil edir qərargah rəhbəri olaraq. Ondan sonra dedik ki, həm sinif rəhbərləri şagirdlər üçün ayrıca bir görüş keçirir, bunları izah edir. Düz dediniz, təşəkkür edirəm. Deməli, bizdə dedik ki, birinci qayda pozuntusunda ancaq sarı kart müəyyən olunur. İkinci və üçüncüdə həm sarı, həm qırmızı kart müəyyən edilir. Dördüncüdə isə ancaq qırmızı kart olur. Yadda saxlayın. Birincidə ancaq sarı kart, 2-də və 3-də həm sarı, həm qırmızı. Dördüncü ən ağır qayda pozuntusu hesab olunur və burada ancaq qırmızı kart tətbiq olunur. Bunu yadda saxlayaq yoldaşlar. Və sonuncu sualım, dördüncü qayda pozuntusu. Burada hansı korreksiya edici tədbirlər həyata keçirilir? Bura nələr daxildir? Zəhmət olmasa mikrofonları bağlayın. Sonra deyəcəksiniz ki, müəllimə səsiniz zəif gəlir. Videonu izlədiyiniz zaman müəyyən çətinliklər olur. Ona görə mikrofonları bağlayın. Kim ki sualı cavablandıracaq əl işarəsindən istifadə edir. Çünki dərsdə bizdə müəllim sayı çox olur və heç kimə mane olmasın, bir-birimizi dinləyə bilək. Xahiş edirəm. Əl qaldıraq, baxın görüm kim ki cavablandırmayıb. Sahilə müəllimə buyurun. Axşamınız xeyir olsun Zülfiyə müəllimə. Bizlərlə yenidən olmaq çox xoşdur. Təşəkkür edirəm əzizim. Mənə də. Deməli, 4-cü səviyyə təbii ki, ən ağır səviyyədir. Burada deməli əsas Azərbaycan xalqının milli və mənəvi dəyərlərinə hörmətsizlik edərsə şagird, əgər məktəbdə olan bayrağı mıcırar və yaxud da ki, atributlarımıza hansısa bir zərər gətirərsə, o 4-cü dərəcəlidir. Burada yenə qısnamaya, yenə burada da qısnama, kiberbullying,
ola bilər ki, şagirdin və yaxud da müəllimin hansısa bir sosial şəbəkədən götürülmüş bir məlumatını hardasa paylaşa bilər. Məxfi məlumatı ümumiyyətlə məktəb sənədlərini saxtalaşdırar və yaxud da ki, qanunsuz kəsici dişici alətlər məktəbə gətirə bilər. Elektron siqaret, digər daha ağır, yəni psixotrop maddələr, narkotik tipli, spirtli içkilər falan. Bunlar hamısı təbii ki, ağır dərəcəli və qırmızı kartla bu uşaqlar deməli necə deyim, yəni burada artıq 5 dəfəni gözləmirik. Yəni bunu artıq yəni həmin hal aşkar olunanda artıq çox ağır qayda bəli, çox ağırdır və deməli valideynlə və yaxud da ki, qəyyumla əlaqə saxlanılır, məktəb rəhbəri ilə görüş və bir də yerli icra hakimiyyəti orqanlarında deməli yetkinlik yaşına çatmayanlar üzrə və onların hüquqlarının müdafiəsi üzrə komissiya bildirilir və təbii ki, yenə də yerli Daxili İşlər Nazirliyinin yerli bölmələrinə rəsmi şəkildə inspektoru deyək də sadə edək. Bəli. İndi bütün məktəblərə yönləndiriblər rayonlar üzrə və onlara rəsmi şəkildə məktub göndərərək yəni məktəbə dəvət olunur, bəli, məlumat verilir və yəni korreksiya işləri də yəni onların vasitəsilə aparılır. Bəli, təbii ki. Onlar da yəni zərurət yaranarsa burada insan komissiyası dəvət olunur. Həmin bu komissiya bu məsələləri müzakirə edir. Adətən bu 3-cü, 4-cü qayda pozuntusu müəyyən edilərsə, biz bu komissiyanı belə olur ki, dəvət edirik və bu məsələləri müzakirə edirik. Tamam, təşəkkür edirəm yoldaşlar. Bizim sual-cavab vaxtımız yekunlaşdı. Çünki dediyim kimi 10-15 dəqiqə maksimum vaxt ayırıram və çalışıram ki, bizim əsas yəni bu müsahibə istiqaməti üzrə dərslərimizə keçək, canlı izahımı sizə təqdim edim. Mən indi sizə ekran paylaşımını edəcəm. Və bugünkü dərsimizi ilk öncə özünü təqdim etmədən başlayacaq biz sizinlə. Bir dəqiqə yoldaşlar. İlk dərsimiz bizim həmişə özünü təqdim etmədən, yəni mütləq buradan başlayırıq. Çünki bir dəqiqə ekran. Zülfiyə müəllimə, 8 yaşlı kart nə idi? Fəxri fərman. Bir dəqiqə yoldaşlar. Aha, ekran paylaşımını etdim. Siz ekranı görürsünüz, mənə deyin zəhmət olmasa. Bəli. Əla. Deməli, video qeyddə düzgün aparılır. Aha. Yoldaşlar, özünü təqdim etmə bu çox vacib olan məsələlərdən biridir. Nəyə görə? Çünki hər hansısa bir namizəd otağa daxil olduğu zaman artıq həmin şəxsin geyimi, onun xarici görünüşü, bu çox vacib olan məsələlərdən biridir və ən vacib məsələlərdən biri də özünü təqdim etmədir. Nəyə görə? Çünki 500 plusların, yəni şagird sayı 500-dən çox olan ümumtəhsil məktəbləri üzrə müsahibə keçirilir Bakı şəhərində, Bakıda keçirilir. Və burada müsahibə 3 otaqda keçirilir, 3 otaqda təşkil olunur. Yəni, hər otaqda da həmin bu namizəd özünü təqdim etməlidir. Və özünü mütləq özünü düzgün, standartlara uyğun təqdim etməlidir. İndi burada özünü təqdim etmə, istər məktəb direktoru vəzifəsinə hazırlaşan namizədlər, müdavimlər olsun, istər direktor müavini, istər uşaqlarla sinifdən xaric və məktəbdən kənar işi üzrə təşkilatçı vəzifəsinə hazırlaşan müdavimlər olsun, fərqi yoxdur. Hər kəs bu qaydalara uyğun, bu standartlara uyğun özünü təqdim etməlidir. Bu materialı mən sizə göndərəcəm. Yəni 2026-cı il üçün mən müavinlərin müsahibə mərhələsinə hazırlıq üzrə ayrıca materiallar hazırlamışam və bu materialları sizə təqdim edəcəm, qrupa göndərəcəm, baxarsınız. Və təbii ki, burada müəyyən tövsiyələrim var, bunları da qeyd etmişəm. Ümumiyyətlə, siz müsahibəyə getməmişdən öncə ki, biz bilirik ki, artıq sənəd qəbulu başlayıb və mən tövsiyə edərdim ki, hörmətli həmkarlar, siz dəvəti gözləməyin. Adətən mən son vaxtlarda nəyi müşahidə etmişəm? Yoldaşlar gözləyirlər ki, qeydiyyatdan keçiblər və gözləyirlər ki, onları müsahibəyə dəvət etsinlər, ondan sonra hazırlaşmağa başlasınlar. Amma bu düzgün deyil. Nəyə görə? Çünki
sənəd emalı, yəni yoxlanışı və sair proses həyata keçirilir. Ondan sonra artıq həmin namizəd müsahibəyə 3 gün qalmış, 5 gün qalmış, elə vaxt olur ki 2 gün qalmış, həmin namizədi müsahibəyə dəvət edirlər. Və artıq mənə zəngilər başlayır. Ondan sonra yazırlar mənə ki, bəs Zülfiyə müəllimə nə oxuyum, nədən başlayım, nə edeyim, sabah müsahibəyə gedirəm, 3 gün sonra müsahibəmdir. Mən çatdıra bilmirəm, necə edim ya da getməyim. Ona görə də siz müsahibəyə artıq getməmişdən, yəni artıq qeydiyyatdan keçmisiniz və hazırlaşırsınızsa və sizin bir məqsədiniz varsa, müavin olmaq istəyirsiniz, direktor olmaq istəyirsiniz, təşkilatçı olmaq istəyirsiniz, fərqi yoxdur. Müsahibəyə vaxtında hazırlaşın. Demirəm, amma mütləq dərsə qoşulun. Ən azından müsahibədən öncə, baxın yazmışam burada. Məktəb, təhsil qanunvericiliyi, direktor müavinin səlahiyyət sənədləri, təlimat, əsasnamə, yəni bu haqda məlumatınız olsun. Heç olmasa oturun, oxuyun, öyrənin ya dərslərə qoşulun. Sizə necə uyğundursa o formada, yəni hazırlıqlı olun. Ən azından hazırlaşın, az da olsa. Və müsahibəyə gəldiyiniz zaman, gəldiniz, otağa daxil oldunuz, təbii ki, salamlaşırsınız. İstər-istəməz nə qədər yox desək də bizdə biraz az da olsa həyəcan olur. Bu daxili həyəcanı mütləq idarə etmək lazım. Dərin nəfəs almaq lazım. Ora daxil oldunuz, nəzakətli olmaq lazım. Müsahibə prosesi zamanı mütləq göz təması qurulmalıdır. Göz təmasını saxlayın, bu mütləqdir. Geyim necə olmalıdır? Geyim rəsmi olmalıdır. Yəni cinsdə, sport stildə mən müsahibəyə gedə bilmərəm. Klassik üslubda geyim formam olmalıdır. Xanımlar üçün klassik şalvar, ağ köynək, pencək, kostyum və yaxud don. Klassik bir formada geyim olmalıdır. Bəylər üçün, kişi müəllimlərimiz üçün yenə də eyni qaydada klassik forma olmalıdır, geyim olmalıdır, səliqəli olmalıdır. Ondan sonra sadə. Burada kişilər üçün kostyum qeyd etmişəm, qadınlar üçün klassik don, bluz, ətək, kostyum şalvar da ola bilər, xanımlar üçün. Tünd və açıq rənglərin kombinasiyası daha məqsədə uyğun olar. Yəni makiyaj qeyri-adi, parlaq ola bilməz. Aksesuarlar belə cəzb edici aksesuarlar da olmaz. Saçlar səliqəli olmalıdır, uzun, rəngli dırnaqlar olmaz. Təmiz olmalıdır. Dırnaqlar sadə formada, yəni gigiyena qaydalarına mütləqdir ki, riayət edəsiniz. Aha, vacib olan məqamlardan biri nədir? Dedik ki, özünün təqdim edilməsidir. Bir məsələni də qeyd edim. Dedik ki, bura otağa daxil olduq və bizim bir həyəcanımız var. Mən daxili həyəcanımı idarə edə bilmirəm. Salam, komissiya üzvlərini salamlayıram. Deyirlər ki, müəllimə, buyurun, xoş gəldiniz, əyləşin deyirlər. Onlar da çox nəzakətli davranırlar, sağ olsunlar komissiya üzvləri və əyləşirsiniz. Görürsünüz ki, həyəcanınız var. Özünüzü təqdim etmək istəyirsiniz, təqdim edə bilmirsiniz də, həyəcan var, insandır da, ola bilər, bəlkə bir neçə mərtəbə yuxarı qalxıb və belə bir halda ola bilər ki, bizdə bir həyəcan olsun, nəfəsimiz daralsın və s. kimi hal ola bilər. Orada stolda su olur, su. Adicə butulkada su olur. Deyirsiniz ki, hörmətli komissiya üzvləri, olar mən su içim. Bax, bunu deməkdən çəkinməyin. Mən bunu dəfələrlə yoldaşlara deyirəm və bunu edirlər. Və sonra deyirlər ki, müəllimə, siz necə demişsinizsə bu qaydada hər bir məsələni etdik və mən bugün uğur qazandım. Mən çox sevinirəm həqiqətən də belə bir nəticələr olanda. Mütləq gördünüz ki, həyəcanınız var, icazə alın və deyəcəklər ki, təbii ki, bu su sizin üçün orada qoyulub. Suyu içirsiniz və ondan sonra təbii ki, dərin nəfəs alırsınız və özünüzə gəlirsiniz. Özünüzü düzgün təqdim etməlisiniz. Deyirsiniz ki, baxın, indi belə deyək, mən özümü təqdim edəcəm. Mən təqdim etdiyim qaydada, bax bu standarta uyğun özünüzü təqdim edəcəksiniz. Əlavələr qeyd etmirsiniz. Bax, mən nəyi demirəmsə, onu demirsiniz. Misal üçün, mən deyirəm ki, filan ildə anadan olmuşam, daha doğrusu filan təvəllüdlüyəm, filan ildə, misal üçün, filan universiteti bitirmişəm. Burada siz qeyd etmirsiniz ki, misal üçün, Zaqatala rayonunun filan kəndində anadan olmuşam, birinci sinifə filan məktəbdə deyək ki, birinci sinifə getmişəm. Bu kimi əlavələrə ehtiyac yoxdur. Bax, mən nəyi deyirəmsə onu deyirsiniz. Mən özümü təqdim edəcəm qısa formada. Ondan sonra da iki müəllimdən xahiş edəcəm, kim ki istəsə özünü təqdim edər. Digər yoldaşlar
Hansı ki bizim bu Avqust müavinlər qrupun yoldaşları. Çünki hər kəsə belə müraciət edə bilməyəcəm. Çünki bizdə qruplar çoxdur, yoldaşlar çoxdur və hər kəsin səsini mən dinləyib rəy verə bilməyəcəm təəssüf ki. Amma bizim Avqust müavinlər ki qrupu var. Bu qrupun yoldaşları zəhmət olmasa mənə səs göndərin, özünü təqdim etməklə bağlı. Mən baxım görüm orada nə kimi düzəlişə ehtiyac var, nə kimi əlavələrə ehtiyac var. Mən onları qeyd edəcəm. Aha, indi mən özümü təqdim edirəm. Məni eşidirsiniz yoldaşlar? Səsim gəlir? Bəli, bəli. Mən özümü təqdim edəcəm. Bu qaydada siz də özünüzü təqdim edəcəksiniz. Yaxşı, 2 nəfər bugünkü dərs üçün. Digər yoldaşlar da mənə WhatsApp-da səs göndərərsiniz və mən sizə öz fikirlərimi bildirəcəm. Deməli, özünü təqdim etmə bu formada olmalıdır. Mən Əlixanova Zülfiyə Abdüləziz qızı 1982-ci il təvəllüdlüyəm. Anadan olmuşam, doğulmuşam falan bunları demirsiniz. 1982-ci il təvəllüdlüyəm. Yəni 1 may 1982 qeyd etməyə ehtiyac yoxdur. Günü, ayı qeyd etməyə ehtiyac yoxdur. Sadəcə ili. 1982-ci il təvəllüdlüyəm. Hansı ildə? Misal üçün 2004-cü ildə filan universiteti bitirmişəm. İxtisasım filandır. İxtisasın adını diplomda necə ki ixtisasın adı qeyd olunub, o formada qeyd edirsiniz. Misal üçün, məndə ixtisas qeyd olunub, ixtisasım ibtidai təhsilin pedagogika və metodikasıdır. Sizdə diplomda necə qeyd olunubsa, onu o formada qeyd edirsiniz. Magistr təhsiliniz varsa, filan ildə, deyək ki, 2017-ci ildə harda magistr təhsili almışsınızsa, xaricdə təhsil almışsınızsa, mən misal üçün Atatürk Universiteti, Türkiyə Cumhuriyyəti deməli, işletmə yöneticiliyi üzrə, idarəetmə üzrə magistr təhsili almışam. 2017-ci ildə bu formada qeyd edirsiniz. Xaricdə təhsil almışsınızsa bunu qeyd edirsiniz. ADA-da təhsil almışsınızsa magistr təhsilini onu qeyd edirsiniz. Aha, filan məktəbdə işləməyə başlamışam, yox. Rəsmi formada. Pedaqoji fəaliyyətə filan ildə, filan məktəbdə başlamışam. Bax, ilk dəfə hansı məktəbdə pedaqoji fəaliyyətə başlamışsınızsa, müəllim kimi işləməyə başlamışam, yox, yoldaşlar. Biz direktor olmaq istəyirik, müavin olmaq istəyirik, təşkilatçı olmaq istəyirik, rəsmi formada. Pedaqoji fəaliyyətə filan ildə, filan məktəbdə başlamışam. Bu dövr ərzində tədris və idarəetmə sahəsində bilik və bacarıqlarımı daima inkişaf etdirməyə çalışmışam. Xarici dil biliklərim, əgər xarici dil bilikləriniz varsa qeyd edirsiniz. Yox, ancaq Azərbaycan dilini bilirsinizsə, bunu qeyd etməyə ehtiyac yoxdur. Varsa deyirsiniz ki, xarici dil biliklərim, misal üçün Rus dili əla səviyyədə, İngilis dili deyək ki, orta səviyyədə, Fransız dili əla səviyyədə, səviyyəsini qeyd edirsiniz. İxtisas artırma təlimlərlə bağlı sadəcə qısaca deyə bilərsiniz ki, müxtəlif ixtisas artırma və təlimlərdə iştirak etmişəm. Ya da deyə bilərsiniz ki, ixtisas artırma və təlimlərdə iştirak etmişəm. Misal olaraq qeyd edə bilərəm məktəbin idarə olunması, maliyyə, təsərrüfat sənədlərinin idarə olunması, müasir tədris metodikası, STEM təlimləri və s. Nə kimi kurslarda, təlimlərdə iştirak etmişsiniz, onları qeyd edə bilərsiniz. Bu formada qısaca özünüzü təqdim etməlisiniz. Bir də əlavə olaraq kim istəsə, kim yadda saxlaya bilsə, işimdə əsas prinsipləri məsuliyyətdir, şəffaflıq, şagirdlərin maraqlarını ön planda tutmaqdır. Və bu məqsədinizi qeyd etsəz də olar, qeyd etməsəz də olar. Zaten direktor müavini vəzifəsinə deyək ki, namizədliyimi irəli sürməyim, məqsədim nədir? Bu kimi sual verilsə, qeyd edə bilərsiniz fikirlərinizi ki, burada deməli, tədris, təlim, tərbiyə prosesinin səmərəli təşkili, müəllim heyəti ilə komanda işini gücləndirməkdir. Məktəbin inkişafına töhfə verməkdir məqsədim. Bu potensialı özümdə görürəm və bu vəzifəyə namizədliyimi irəli sürməkdə məqsədim nədir? Yəni, konkret məqsədinizi qeyd edə bilərsiniz ki, mən bu potensialı özümdə görürəm, idarə etmədə iştirak etmək istəyirəm yaxından, məktəbin inkişafına töhfə vermək istəyirəm. Gələcəyimiz üçün, vətənimiz üçün, dövlətimiz üçün vətənpərvər, vətəndaş şəxsiyyət yetişdirmək istəyirəm. Nə kimi məqsədiniz varsa, bunları qeyd edə bilərsiniz. Keyfiyyətli tədris, təlim, tərbiyə işin təşkili və s. Ya da sadəcə, qısaca, baxın, burada qeyd etdiyim formada öz qeydlərinizi aparırsınız, bununla yekunlaşdırırsınız.
Uzun-uzadı fikirlər qeyd etməyə ehtiyacı yoxdur. Özünü təqdim etmə maksimum 2-3 dəqiqə olmalıdır. Ondan çox olmamalıdır. İndi deyin zəhmət olmasa, kim özünü təqdim etmək istəyir? Buyurun. Aha, bir nəfər. Buyurun Elvira müəlliməm. Eşidirəm sizi. Elə ekranı təqdim edirəm sizə ki, sizə uyğun olsun. Buyurun. Mən Ələkbərov Elvira Əliqulu qızı, 1986-cı il təvəllüdlüyəm. 2008-ci ildə Lənkəran Dövlət Universitetinin Riyaziyyat İnformatika ixtisası üzrə məzun olmuşam. Daha sonra elə həmin ildən başlayaraq pedaqoji fəaliyyətə başlamışam Masallı rayonunda. Daha sonra müəyyən səbəblərdən dolayı Məktəbi qeyd edin. Masallı rayon Quzağasıyan bir saylı tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. 9 il fasiləsiz olaraq riyaziyyat fənnini tədris eləmişəm. Daha sonra müəyyən səbəblərdən yaşadığım yeri dəyişdiyimə görə iş yerimdən ayrılmışam. Daha sonra 2017-ci ildə 2 il Azərbaycan Respublikası Texniki Universitetində avtomatika kafedrasında baş laborat vəzifəsində çalışmışam. Elə həmin illərdə təhsilimi artırmağa qərar verib 2018-2021-ci il tədris ilində magistratura pilləsi üzrə Sumqayıt Dövlət Universitetindən məzun olmuşam. Daha sonra müəllimlərin işə qəbulu müsabiqəsində 2020-ci ildə iştirak edib informatika fənni üzrə Bakı şəhəri 300 nömrəli məktəbdə uğur qazanaraq əmək fəaliyyətinə başlamışam. Və hal-hazırda da əmək fəaliyyətimi ixtisasım üzrə davam etdirirəm. Eyni zamanda 2 bölmə üzrə tədris aparıram. Həmişə sinif rəhbərliyi aparmışam. Şagirdlərin inkişafında, gələcəyinin formalaşmasında həmişə yaxından fəal şəkildə iştirak etmişəm. Paralel olaraq ixtisasatma kurslarında Python proqramlaşdırılması üzrə, rəqəmsal bacarıqlar üzrə, daha sonra inklüziv təhsil üzrə müxtəlif Elm və Təhsil Nazirliyinin təşkil elədiyi ixtisasatma kurslarında iştirak edib yüksək nəticələrlə başa vurmuşam qiymətləndirməmi. Tamam, əla, təşəkkür edirəm. Elvira müəllimə, indi bu özünü təqdim etmədə müəllimlər özlərini təqdim etdiyi zaman mən müəyyən öz fikirlərimi qeyd edirəm. Yəqin ki, bunu müsbət qəbul edərsiniz. Mən burada bir-iki fikri qeyd edim. Bəli, əlbəttə müəllimə, buyurun. Deməli, siz dediniz ki, magistr pilləsi, bax, magistr biz bilirik ki, magistr səviyyədə pillə olaraq qeyd etdiniz. Burada müsahibədə pillə olaraq qeyd etsəz, təbii ki, bunu mənfi qəbul edərlər, irad bildirərlər. Ona görə də ümumiyyətlə magistr təhsili almışam deyin. Nə pillə deməyin, səviyyə heç nə deməyə ehtiyac yoxdur. Sadəcə deyin ki, magistr təhsili almışam. Bir də hardasa, bir də siz orada qeyd etdiniz ki, MİQ müsahibəsində uğur qazanmışam filan. Bax, bunları da qeyd etməyə ehtiyac yoxdur. Zaten biz bilirik ki, MİQ müsabiqəsi ilə, yəni işə qəbul prosesi həyata keçirilir və burada balınızı qeyd etməyə ehtiyac yoxdur. Ta ki, ən yüksək bal toplamışam. Bəzən yoldaşlar deyir, filan balla, yüksək balla mən qəbul olunmuşam. Bunları da qeyd etməyə ehtiyac yoxdur. Çünki zaten həmin bu komissiya üzvlərinin qarşısında hər bir namizədin balı, onunla bağlı müəyyən məlumatlar onlarda zaten olur. Onu qeyd etməyə ehtiyac yoxdur. Elvira müəllimə, mən təşəkkür edirəm. Çox gözəl özünüzü təqdim etdiniz. Biraz da müəllimə təkmilləşdirəcəm. Belə də ilk dəfədə. Biraz da təkmilləşdirəcəm. Bunu da qeyd edim ki, yoldaşlar, mütləq özünüzü təqdim etməni təkrar güzgünün qarşısında məşq edirsiniz, özünüzlə danışırsınız, məşq edirsiniz, səsinizi yazırsınız. Çünki bu özünü təqdim etmə çox vacib məsələlərdən biridir. Özünü təqdim etmədə həm xarici görünüş, geyim və s. Yəni bu komissiya üzvlərin müəyyən bir fikirləri formalaşır həmin namizədlə bağlı. Ona görə bu vacib olan məsələlərdən biridir. Bunun üzərində çalışın və dediyim kimi mənə səs göndərin və müəyyən bir əlavələr olsa mən onları qeyd edəcəm. Təşəkkür edirəm Elvira müəllimə. Digər yoldaşlardan bir nəfər də zəhmət olmasa özünüzü təqdim edin və mən başlayıram artıq dərsə. Zaten dərsdə digər mövzuları izah edəcəm. Buyurun yoldaşlar. Türkan müəllimə, təşəkkür edirəm. Çox sağ olun xoş sözləriniz üçün. Var olasınız. Bəli, suallarınız olacaq. Mən suallar üçün vaxt ayıracağım. Yoldaşlar, narahat olmayın. Hələ ki bizim belə deyək bir qayda olaraq bir dərsimizi davam edək. Sonra suallarınıza da
Yəni cavab verəcəm, narahat olmayın. Yoldaşlar, özünü təqdim etmək istəyən varsa buyurun. Yox, kimsə özünü təqdim etmək burada istəmirsə, çünki dediyim kimi YouTube kanalımda mən bunu paylaşacağam. Əgər sizə uyğun deyilsə, mən elə dərsə keçim və siz mənə həmin özünü təqdim etməklə bağlı şəxsiyə WhatsApp-a səs göndərərsiniz. Öz fikirlərimi qeyd edəcəm. Tamam. Bunu anlayışla qarşılayıram mən də. Deməli, burada başqa sənəddə nələr var? Danışıq üslubu, bədən dili, yəni bizim nitqimiz aydın olmalıdır, bu mütləqdir. Yəni danışdığımız zaman müəyyən pauzalar olmamalıdır. Nitqimiz aydın, səlis, düzgün qrammatik cümlələrlə danışmalıyıq, bu mütləqdir. Qarışıq, dolaşıq cümlələrdən ümumiyyətlə qaçmaq lazım. Bunlar olmamalıdır. Və bir nüansı da qeyd edim, yoldaşlar. Bax, müsahibəyə gəldiniz. Burada elə olur ki, sual verilir və həmin sualın cavabını bilmirsiniz. Bilməməkdən irəli gəlmir. Mən bunu qeyd edim ki, həyəcan olur, nə isə unudursuz. Bax, nə isə insan demək istəyir, o söz yadına düşmür. Elə bir momentlar olur, elə bir nüanslar olur. Belə bir halda biz nə etməliyik? Bizə sual təqdim olundu və mən bu sualı özümü itirdim bir anda. Bu sualın cavabını təqdim edə bilmirəm. Mən nə etməliyəm? Belə bir halda mən deyirəm ki, hörmətli komissiya üzvləri, zəhmət olmasa sualı yenidən təkrar edərdi. Sual mənə aydın olmadı. Baxın, bu sualı mən təqdim etdiyim zaman artıq mən vaxt qazanıram və o arada mən həm özümə gəlirəm, həm də ki, müəyyən fikirlər formalaşır məndə. Və komissiya üzvləri də bu sualı sizə daha aydın bir formada, daha sadə dildə təqdim edirlər. O arada siz müəyyən bir fikri orada qeyd edə bilirsiniz. Ona görə də gördünüz ki, sualın cavabını bilmirsiniz. Orada deməyin ki, yo, mən bu sualın cavabını bilmirəm. Bu formada cavab verin. Deyin ki, bu sual mənə aydın olmadı. Zəhmət olmasa bu sualı yenidən təkrar edərdiniz. Təkrar olunan zaman sadə formada sizə aydın olan bir formada təqdim olur və siz onun cavabını artıq hansısa formada təqdim edə biləcəksiniz. Bunu da yadda saxlayın. Mənim qeydlərimi mütləq bir dəftərdə, bir sənədlərin üzərində qeydlərinizi aparın mütləq. Bir də ki, bədən dili bu mütləqdir. Yəni, əlləri qapalı vəziyyətdə bağlı saxlamaq olmaz. Təbii formada saxlayın. Açıq şəkildə tutun əllərinizi. Göz təmasını qurun mütləq. Hər hansısa bir sual sizə verilirsə, tələsməyin. Fikrinizi cəmləyin, daha sonra cavab verin. Mütləq orada ədəb ərkanla, deyək ki, biz öz fikirlərimizi ifadə etməliyik. Təşəkkür edirəm. Hörmətli komissiya üzvləri, icazənizlə mən bunu qeyd etmək istərdim ki, formada qeyd edin. Mütləq, yəni ədəb ərkanla orada danışmaq mütləqdir və bir də ki, əgər mənə etimad edilərsə, əgər mənə etimad göstərilərsə, mən müavin vəzifəsinə təyin olunsam, bu kimi işlər görəcəm. Əgər siz mənə etimad göstərsəz, bu formada siz onlara yanaşın və bu kimi fikirləri ifadə edin. Özünü təqdim etməklə bağlı bu qədər, yoldaşlar. Kimin sualı var? Kimə burada nə aydın olmadı? Burada qaranlıq qalan məqam oldusa mənə deyin. Varmı sualınız? Salam, axşamınız xeyir Zülfiyə müəllim. Axşamınız xeyir olsun. Buyurun müəllim. Necəsiz müəllim? Nə var, nə yox? İlk öncə bütün yoldaşları siz başda olmaqla yeni tədris ilinin başlaması münasibətilə təbrik edirəm, uğurlar arzulayıram. İnşallah hər kəs öz qarşısında duran məqsədə yüksək səviyyədə çatmış olsun. Zülfiyə müəllimə, burada bir sualım var idi. Bu müsahibə ilə bağlı. Burada indi əsasən sağ olsun baxıram ki, çoxlu xanımlar da Allah qorusun hər kəsi bu hərbi xidmət barəsində hər hansı bir qeyd aparmaq lazımdır orada. Demək lazımdırmı ki, falan ildə misal üçün bitirdim və yaxud da ki, hərbi xidmətə getdim, getmədim. Bunu qeyd etmək ehtiyac varmı? Hərbi xidmətlə bağlı hər hansısa bir sual verilmir orada. Yəni belə bir qeyd aparmaya ehtiyac yoxdur Elçin müəllim. Sadəcə ola bilər ki, həqiqi hərbi xidmətə, deyək ki, pedaqoji fəaliyyətlə məşğul olduğu zaman müəllim, əgər həqiqi hərbi xidmətə dəvət edilibsə, ondan sonra biz bilirik ki, qayıtdıqdan sonra hərbi xidmətdən 6 ay müddətinə, daha doğrusu 60 gün müddətinə, üzr istəyirəm, 60 gün müddətinə həmin müəllim
geri öz vəzifəsinə qayıda bilər. Belə bir hal Onu olursa, təbii ki, onu Lütfən mən üzr istəyirəm, onu demirəm. Müsahibə mərhələsində, yəni özünü təqdim etmədə yox, ki, yox, 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 yox. aha, Əgər aydın, aydındır mənim, bəli, aydın. əgər Digərlərini bilirəm. bəli, Bir də digər bir dənəsini soruşum mənim. Tutaq ki, təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci, 9-cu qrad müsabiqəsinin qalibi olmuşam. Bunu deməyə ehtiyac var, yoxsa təbii ki, belə bir uğurları mütləq qeyd edin. Qrant on layihənin qalibisinizsə, əgər ki, bunu qeyd edin. yəni Və çatır falan ildə əməkdar müəllim adını almışam və yaxud da ki, necə mütləq, etmişəm. mütləq Aydındır mənim. hər hansı Təşəkkür bir edirəm. medalla təltif. Həmişə kimi çox möhtəşəm izah edirsiniz. Təşəkkürlər sizə mənim. Çox sağ olun Elçin. Təşəkkür edirəm. Xoş oldu sizə eşitmək, var olun. Aha, deməli özünü təqdim etməklə bağlı görürəm ki, hər kəsə hər bir məsələ aydın oldu. Mən təşəkkür edirəm yoldaşlar. Çox sağ olun ki, etimad göstərdiniz, dərsə qoşuldunuz. Mənə çox xoş olur sizi görmək. Gəlin keçən ümumi məktəbin strukturunu istəyirəm, ümumi sizə izah edim. Yəqin ki, ekranı görürsünüz. Düzdür, bir dəqiqə görüm. Siz necə görürsünüzsə ekranı mən də o formada görürəm. Sizi ekranı görürsünüz. Biriniz mənə deyin, zəhmət olmazsa. Bəli, görürəm. Aha, baxın, ümumi məktəbin, yəni ümumi təhsil məktəbin təşkilatı idarə etmə sistemi. Yəni bu haqqda belə bir material hazırlamışam. İstəyirəm bunu sizə təqdim edim. Deməli, ümumilikdə biz bilirik ki, məktəbin direktoru, yəni bütün prosesə rəhbərliyi həyata keçirən kimdir? Məktəbin direktorudur. Və bu sənəd biz bilirik ki, 2017-ci il tarixli təhsil sahəsinə aid olan vəzifələrin hansı ki, vahid tarixi ixtisas kitabçası var. 20 dekabr 2017-ci il tarixli. Həmin bu sənədə uyğun bu ümumi təhsil məktəbinin təşkilatı idarə etmə sxemi hazırlanmışdır və biz bilirik ki, məktəbin direktoru bütün məktəbin fəaliyyətinə cavabdeh şəxs kimdir? Məktəbin direktorudur. Məktəbin direktoru biz bilirik ki, pedaqoji şuraya rəhbərliyi həyata keçirir və məktəb üzrə belə deyək, valideyn komitəsi var. Bax, bu valideyn komitəsi ilə də kommunikasiya qurmalıdır, əməkdaşlıq etməlidir məktəbin direktoru və katibə, kərgüzar. Yəni, kərgüzar o pedaqoji işçi deyil və katibə məktəb direktoruna tabedir təbii ki. Məktəbin kərgüzarlıq prosesini həyata keçirən sənədləşmə işi və s. müəyyən bir belə UTİS əlaqələndirici olaraq da əmrlə o təyin oluna bilər və yaxud digər şəxs laborant təyin oluna bilər. Yəni, katibə kərgüzar prosesini həyata keçirir, kərgüzarlıq prosesini. Gəldik metodiki şuraya. Metodik şuraya sədrliyi həyata keçirən kimdir? Tədris, təlim, tərbiyə işləri üzrə direktor müavini. Biz müavin haqqında, təşkilatçı haqqında daha çox bu dərslərdə danışacağıq. Çünki bu qrupda bizdə müavin və təşkilatçı olmaq istəyən müdavimlər bu qrupda iştirak edir. Ona görə biz daha çox buna köklənəcəyik. Amma yenə də həm müavin təşkilatçının işini bilməlidir, təşkilatçı müavinin, direktorun işini bilməlidir. Bunlar əlaqəlidir. Ona görə də müəyyən məsələlər olacaq ki, mən burada direktor haqqında da danışacağam. Ona görə siz narahat olmayın. Çünki məktəbdə bu proses ümumilikdə, yəni əlaqəli həyata keçirilir. Metodik şuraya sədrliyi həyata keçirən kimdir? Tədris, təlim, tərbiyə işləri üzrə direktor müavini. Yəni vəzifənin adını mütləq düzgün qeyd edin. İstəyirsə biraz da böyüdüm, sizin üçün daha uyğun olsun. Tədris, təlim, tərbiyə işləri üzrə direktor müavini metodik şuraya rəhbərliyi həyata keçirir. Metodik şura haqqında biz sizinlə dərslərimizdə danışacağıq. Metodik şura ayda bir dəfə təşkil olunmalıdır və ona sədrliyi həyata keçirən müavindir. Metodik şurada kimlər iştirak edə bilər? Məktəbdə olan müasir metodistlər, qabaqcıl pedaqoji təcrübəyə malik olan müəllimlər, onlar metodik şurada iştirak edə bilər. Fənn metod birləşmələri, yəni metod birləşmə rəhbərləri də metodik şurada iştirak edir və müavinə də fənn metod birləşmələri tabedir. Fənn kabinet müdirləri, laborantlar müavinə tabedir və təbii ki, fənn metod birləşmələrinə də müəllimlər tabedir. Yəni, fənn metod birləşmələri, hansı ki, bizim metod birləşmə rəhbərlərin verdiyi tapşırıqları müəllimlər yerinə yetirməlidir. Bu belədir. Fənn metod birləşmələri də biz bilirik ki, ilk bir nömrəli pedaqoji şura iclasında həmin bu fənn metod birləşmələri seçilir, adi səs çoxluğu ilə qərar qəbul edilir və məktəb direktoru bununla bağlı əmr verir və hər tədris ili üçün bu metod birləşmə rəhbərləri seçilir. Gəldik təşkilatçıya.
Yoldaşlar, təşkilatçı vəzifəsinin adını düzgün qeyd etmək lazımdır. Məktəbdən kənar, sinifdən xarici işlər üzrə, tərbiyə işi üzrə də qeyd olunur. İndi görürəm Bakı Şəhər Təhsil İdarəsi bu formada qeyd edir. Tərbiyə işi üzrə təşkilatçı. Yəni bəzən müəllimlər deyir ki, mən təşkilatçı müavinəm. Təşkilatçı müavin sözünü müsahibədə demək olmaz. Təşkilatçı vəzifəsinin adını düzgün qeyd etmək lazımdır. Uşaqlarla sinifdən xaric, məktəbdən kənar işi üzrə təşkilatçı da deyə bilərsiniz. Vahid tarif ixtisas kitabçasında məktəbdən kənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı bu formada Vahid tarif ixtisas kitabçasında qeyd olunub. İndi mən sizinlə bu Vahid tarif ixtisas kitabçası haqqında da danışacağam. Yəni orada təşkilatçı vəzifəsi bu formada qeyd olunub və təşkilatçıya kimlər tabedir? Bunu aşağıda qeyd etmişəm. Gəlin təqdim edim sizə. İstedad bankı haqqında ayrıca danışacağam. Təşkilatçıya kimlər tabedir? Məktəbin psixoloqu birbaşa təşkilatçıya tabedir. Uşaq birliyi təşkilatı rəhbəri təşkilatçıya tabedir. Gənclərin çağırışa qədərki hazırlıq rəhbəri. Fiziki tərbiyə rəhbəri olur məktəbdə bir nəfər. 270 nömrəli qərara əsasən biz bilirik ki, 2020-ci il tarixli, hansı ki, həmin bu fiziki tərbiyə müəllimlərin arasından bir nəfər fiziki tərbiyə rəhbəri olaraq seçilir və orada 55 manatdır, 110 manatdır, 155 manatdır sinif komplektlərinə görə əlavələr müəyyən olunur. Bax, bu dediyim hansı ki, fiziki tərbiyə rəhbəri həmin şəxsdir. Bu da təşkilatçıya tabedir. Plus kitabxanaçı, kitabxana müdürü olsun, fərqi yoxdur. Sonra sinif rəhbərləri. İndi sinif rəhbərləri müəyyən məsələlər bu sinif jurnallarla bağlı və s. Burada tədris, təlim, tərbiyə işləri üzrə müavini ilə əməkdaşlıq edirlər. Amma sinif rəhbərinin işi ilə bağlı koordinasiya məsələləri təşkilatçı ilə birgə həyata keçirilir. Dərnək rəhbəri. Dərnək rəhbərləri əmrlə təyin olunur. Yəni, üzr istəyirəm, dərnək rəhbərləri əmrlə təyin olunur. Dərnək rəhbərlərinə məsul şəxsi qeyd etmək istirdim. Dərnək rəhbərdə nəzarət edən məsul şəxs ya təşkilatçı ola bilər, ya tədris, təlim, tərbiyə işləri üzrə direktor müavini. Bunu məktəb direktoru təbii ki, pedaqoji şurada müzakirə edərək əmrlə dərnək rəhbərlərinə nəzarət edən məsul şəxsi adətən biz təşkilatçını təyin edirik. Ona görə onu burada qeyd etmişəm. Amma baxın, dərsdən kənar məşğələlərə nəzarət üzrə məsul şəxs isə bugünkü gün üçün bizdən bu formada tələb olunur. Müavin, yəni tədris, təlim, tərbiyə işləri üzrə direktor müavini, dərsdən kənar məşğələlərə nəzarət edən şəxs müavindir. Amma dərnəyə dediyim kimi təşkilatçını əsasən biz onlara dərnək rəhbərlərinə nəzarət edən təşkilatçı olur. Bu da əmrlə mütləq əmr verilməlidir. Və İstedad bankı. İstedad bankı haqqında biz ayrıca dərsimiz olacaq, biz sizinlə danışacağıq. Baxın, həm tədris, təlim, tərbiyə işləri üzrə direktor müavinin İstedad bankı olmalıdır. Həm təşkilatçının İstedad bankı olmalıdır. Bunları biz ayrıca danışacağıq. Bir də ki, sinif üzrə valideyn komitələri olur, biz bilirik. Bu sinif üzrə valideyn komitələri isə sinif rəhbərlərinə, burada ox işarəsi bu formada qeyd olunmalıydı. Ayrıca sinif rəhbərlərinə təbii ki, tabedir. Məktəbdə kiçik xidmət edici heyət var. Burada köməkçi xidmət heyəti qeyd olunub, üzr istəyirəm. Kiçik xidmət edici heyət dedikdə məktəbdə çalışan xadimədir, gözətçilərdir, bağban, dalandar, ocaqçılar. Onlar kiçik xidmət edici heyət hesab olunur və bu heyət məktəbdə bizdə fəaliyyət göstərən təsərrüfat müdürü, təsərrüfat işləri üzrə direktor müavini olur ki, kiçik xidmət edici heyət həmin bu təsərrüfat müdürünə və yaxud təsərrüfat işləri üzrə direktor müavininə tabedir. Bu formada, yoldaşlar, biz ümumi məktəbin strukturu haqqında danışdıq, idarəetmə sxemi haqqında danışdıq. Kimin sualı var? Burada kimə nə qaranlıq qaldı? Deyin mənə. Sualınız varsa buyurun, sualınız yoxdursa mən davam edim. Buyurun. Aha. Əla o zaman. Deməli, yoldaşlar, mən sizə Vahid tarif soru kitabçası haqqında da danışacağım. Elə bu haqda mütləq ki, danışmalıyam. Dediyim kimi, bizim dərsimiz əslində 1 saat olur. Bəzən olur ki, 1 saatdan biraz çox davam edir. Və belə bir prezentasiya da hazırlamışam sizin üçün. Hansı ki, sırf müavinlərə aid olan burada vəzifə maaşıdır, kimə tabedir, kim kimə tabedir, bununla bağlı burada qeydlər var və s. Bunları hamısını mən sizə dərsdə təqdim edəcəm. Biz bu haqda müavinin həftəlik iş rejimidir və s. Eynən belə bir sənəd təşkilatçılar üçün də hazırlamışam.
Müavinin hansı sənədləri olmalıdır və s. Bu haqda biz bugün təəssüf ki, danışa bilmədik, vaxt baxımından çatdıra bilmədik. Amma növbəti dərsimizdə biz bu haqda sizinlə danışacağıq və hələlik qısaca yoldaşlar bu haqda danışım və bununla da yekunlaşdırıram. Ümumiyyətlə biz bilirik ki, pedaqoji heyətin əmək funksiyası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin kollegiyasının qərarı var, hansı ki, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrə aid vahid tarif ixtisas sorğu kitabçası var. 20 dekabr 2017-ci il tarixli. Bu vahid tarif ixtisas sorğu kitabçasında pedaqoji heyətin, yəni məktəb direktoru, müavin, təşkilatçı, müəllim, ondan sonra psixoloq, uşaq birliyi təşkilatı rəhbəri və s. Hər kəsin əmək funksiyası, baxın, bu vahid tarif ixtisas sorğu kitabçasında qeyd olunub. Və mən bugünkü dərsimizdə sadəcə vaxtımız az olduğu üçün müavin haqqında bugün danışacağım. Direktorun əmək funksiyasını biz adətən direktorların işə qəbuluna hazırlaşan müəllimlərlə biz bu haqda daha çox danışırıq. Amma yenə də müavin olmaq istəyənlər də, təşkilatçı olmaq istəyənlər də bu əmək funksiyasını, mütləq direktorun əmək funksiyasını oxuyun. Bu haqda məlumatınız olmalıdır sizin. Və biz bilirik ki, həm direktorla, həm müavinlə, müəllimlə, istər təşkilatçı olsun, uşaq birliyi təşkilatı rəhbəri, kitabxanaçı və s. fərqi yoxdur. Hər bir işçinin əmək funksiyası mütləqdəki əmasda qeyd olunmalıdır. Əmas nədir? Əmək və məşğulluğun alt sistemi. Əmək məşğulluğun alt sistemidir ki, işçi ilə əmək müqaviləsi elə bu əmək və məşğulluğun alt sistemi vasitəsilə həyata keçirilir, yəni əmasla həyata keçirilir və əmasda işçi ilə müqavilə, yəni əmək müqaviləsi bağladığımız zaman mütləq işçinin əmək funksiyası qeyd olunmalıdır. Və bu əmək funksiyası həmin bu 2017-ci il tarixli vahid tarif ixtisas sorğu kitabça ki var. Bu indi sizə təqdim etdiyim normativ hüquqi sənəd. Bu sənədə əsasən burada qeyd olunmuş əmək funksiya daha doğrusu əmasda qeyd olunur. İndi gəlin tədris, təlim, tərbiyə işləri üzrə direktor müavinin əmək funksiyası haqqında sizinlə danışaq. Çünki müsahibədə bu sual mütləq verilir. Yəni, müavinin əmək funksiyası nədən ibarətdir? Müavin hansı işləri görür? Müavinin nə kimi sənədləri var? Və s. Belə bir suallar müsahibədə mütləq verilir. Amma bugünkü dərsimizdə biz sadəcə müavinin əmək funksiyası haqqında danışa biləcəyik. Bunu da danışıb artıq yekunlaşdıracağım. Müavinin əmək funksiyası nədən ibarətdir? Tədris, təlim, tərbiyə və metodiki işləri təşkil edir. Yəni, müavinə aid məsələ nədir? Ümumilikdə hər bir məsələyə cavabdeh şəxs biz dedik ki, kimdir? Məktəbin direktorudur, düzdür? Amma sırf tədris və bir də ki, təlim-tərbiyə prosesi müavinə aiddir. Bax, birinci hər hansısa bir məsələ var. Məktəbdə tədrislə bağlı məsələ. Məktəbdə keçirilən monitorinq. Deyək ki, məktəbdə şagirdlərin nailiyyətləri, şagirdlərin akademik nailiyyətləri ilə bağlı hər hansısa bir hesabat və s. sənədləşmə və s. Yoxlama gəldiyi zaman müavinin sənədlərini birinci yoxlayır. Sonra təbii ki, direktorun sənədlərinə də baxır ki, bəs müavin nə iş görüb, siz nə iş görmüsünüz? Müavin hər hansısa bir, deyək ki, öz əmək funksiyasını doğru düzgün yerinə yetirməyibsə, məktəb direktoru niyə onunla bağlı tədbir görməyib? Yəni, birbaşa tədrisə nəzarət edən şəxs kimdir? Məktəbin müavinidir. Qısaca müavin qeyd edəcəm. Amma ümumi tədris, təlim, tərbiyə prosesinə cavabdeh şəxs direktordur. Yəni, hər bir məsələyə cavab verir direktor. Amma müavin tədrisə nəzarət etməlidir. Məsul şəxsdir. Yəni, tədrisə ümumilikdə nəzarət kimdədir? Müavindədir. Tədris həm də təlim, tərbiyə. Bir də ki, metodiki iş. Yəni, müəllimlərə metodiki dəstəyin həyata keçirilməsi, məktəbdə metodiki seminarların təşkil olunması, qabaqcıl pedaqoji təcrübənin yayılması və s. metodik şuranın təşkil olunması. Bu işi görməlidir. Kim? Müavin. Tədris plan. Yoldaşlar, tədris plan haqqında mən növbəti dərsimizdə yadıma salın, mən geniş formada məlumat verəcəm. Tədris plan deyildikdə hər tədris ili üçün Cənab Nazirin əmri ilə tədris plan təsdiq olunur. Bu il üçün də artıq yeni tədris planı təsdiq olunub. Növbəti dərsdə ekranda bu dəqiqə həmin tədris planı açmamışam. Ona görə əvvəlcədən mən onları hazırlayıb təqdim edirəm ki, vaxt itirməyək. Tədris planı növbəti dərsimizdə mən
təqdim edəcəm sizə. Tədris planı hər tədris ili üçün Cənab nazirin əmri ilə tədris planı deməli təsdiq olunur. Həmin bu tədris planına əsasən biz dərs bölgüsünü həyata keçiririk. Orada həftəlik siniflər, orada fənlər, hər bir fən üzrə neçə saat dərs tədris olunmalıdır həftəlik. Onlar həmin tədris planında müəyyən edilir və tədris planına əsasən də məktəb direktoru dərs bölgüsünü həyata keçirir. Müavin bu tədris planına əsasən və dərs bölgüsü də bir yerdə təbii ki burada olmalıdır və müavin dərs cədvəlini hazırlayır. Bunlar haqqında da biz sizinlə növbəti dərslərdə danışacağıq. Tədris plan, bildiniz artıq tədris planı nədir? Yəni bu müəllimin planı deyil, Cənab nazirin təsdiq etdiyi ümumi tədris planıdır və bir də ki proqram kurikulumların yerinə yetirilməsi üzrə müəllimlərin, digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir. Operativ sürətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər irəli sürür. Yəni biz bilirik ki, tədris planı əsasında dərs bölgüsü aparılır, bir də qeyd edim və həmin bu tədris plana uyğun dərs cədvəli hazırlanmalıdır və təhsil proqramlarının, yəni bildiyimiz kurikulumların yerinə yetirilməsinə nəzarət edilməlidir. Müavin, yəni müəllimlərin bu iş prosesinin necə təşkil olunmasına nəzarət etməlidir. Məktəbdə pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirməlidir. Kimin, hansı müəllimin metodiki dəstəyə ehtiyacı var, ona köməklik göstərməlidir, istiqamət verməlidir. Bayaq dediyim kimi seminarlar və s. təşkil etməlidir. Və müəyyən bir müəllimin proqramında deyək ki, əgər müəyyən dəyişikliklərə ehtiyac varsa, bu dəyişikliklə bağlı məktəb direktoruna təkliflər verir və məktəbin direktoru hər tədrisin əvvəlində müavinin də imzası olur, müəllimin proqramını təsdiq edir. Sonra təlim-tərbiyə prosesinin həmçinin dərsdən kənar və dərnək məşğələlərin keyfiyyətli təşkilini həyata keçirir. Baxın, dərsdən kənar məşğələlər biz dedik ki, müavin nəzarət edir. Məsul şəxs müavindir. Görürsünüz, Vahid Tarif İxtisaslı kitabçasında da bu formada qeyd olunub. Dərnək müavinə də verilə bilər, yəni nəzarət. Dərnəyə nəzarət üzrə məsul şəxs müavin də təyin oluna bilər. Və yaxud təşkilatçı da təyin edilə bilər. Yəni bu prosesi nəzarət edən müavin və yaxud təşkilatçıdır. İndi burada müavin olaraq qeyd olunub, amma müavinin işi zaten çox olduğu üçün yenə də qeyd edim ki, biz bu dərnəyə nəzarəti təşkilatçıya həvalə edirik. Bununla bağlı əmr veririk. Siniflərin optimal komplektləşdirilməsini təmin edir. Tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir. Biraz böyüdüm istəyirsinizsə ekranı. Bir saniyə yoldaşlar. Deməli, siniflərin komplektləşdirilməsi, yəni məktəbdə deyək ki, 2026-27-ci tədris ili üçün neçə sinif komplekti var, hər sinifdə neçə şagird var. Bu komplektləşdirmə prosesini, yəni optimal komplektləşdirməsini həyata keçirən müavindir. Misal üçün, mən 2026-27-ci tədris ilində artıq dərs bölgüsünü aparmalıyam, artıq işimiz başlayır bizim, hər kəsin işi xeyirli olsun yeni tədris ilində. Bu arada sizə hər birinizə uğurlar arzulayıram. Və təbii ki, artıq mən bilməliyəm ki, məktəbdə neçə sinif komplekti var, neçə saat dərs bölgüsü müəyyən olur və s. Biz bunu müavinlə birgə bu prosesi həyata keçiririk. Yəni, müavin bu siniflərin komplektləşdirməsinə optimal təmin edilməsi, yəni ona aiddir. Tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir. Yəni, ümumiyyətlə biz bilirik ki, 5 dərs cədvəli var. 5 cədvəl var, belə desəm daha düzgün olar. Əsas dərs cədvəli. Ondan sonra məktəbdə əgər ki, dərnəklər təşkil olunursa, dərnəklərin dərs cədvəli, dərsdən kənar məşğələnin cədvəli, fərdi təhsil varsa, fərdi təhsilin cədvəli, bir də evdə təhsilin cədvəli. Bax, 5 cədvəl var. 4 cədvəli, yəni 4 dedikdə əsas dərs cədvəl, dərnək cədvəli, dərsdən kənar, fərdi təhsil varsa, fərdi təhsilin dərs cədvəli, bu 4 cədvəli hazırlayır müavin. Amma 5-ci evdə təhsilin dərs cədvəli, bu cədvəl hazırlanır sinif rəhbəri tərəfindən. Burada da qeyd olunub, təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, yəni cədvəl məsələsi müavinə aiddir. Metodik şura fənn metod birləşmələrinin işinə rəhbərliyi həyata keçirir.
Bayaq dedik ki, metodik şuranın sədri müavin olur. Metod birləşmənin işinə rəhbərliyi həyata keçirir müavin, nəzarəti həyata keçirir müavin. Yəni müsahibədə bu sual veriləcək sizə. Mən sizə biraz geniş məlumat verirəm. Bu məlumatı qısa formada özünüzdə qeyd edin. Mən bunu qısa desəm sizin yadınızda qalmaz. Ona görə mən dərsdə biraz bunu geniş izah edirəm. Fənn kabinetlərin zənginləşdirilməsi, səmərəli istifadəsini təmin edir. Məktəbdən müxtəlif fənn kabinetləri ki var, orada müəyyən laborator avadanlıqlarla təmin olunması, laborator avadanlıqlardan səmərəli, düzgün, istiqaməti üzrə istifadə edilməsinə nəzarət edən kimdir? Müavindir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədi ilə təkliflər irəli sürür. Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, yayılması, gənc müəllimlərə, valideynlərə, pedaqoji işin təşkilinin istiqamətində müəyyən bir tədbirləri həyata keçirir. Yəni, hər hansısa bir yenilik deyək ki, tətbiq olunursa, o yeniliyin məktəbdə öyrənilməsi, yeniliyin məktəbdə tətbiq edilməsi, yayılması, gənc müəllimlər ki var məktəbə MİQ-lə işə qəbul olunan, biz onlara mentor müəllimləri təyin edirik. Bu mentor müəllimlərin gənc müəllimlərlə işin əlaqələndirilməsi, valideynlərlə pedaqoji işin təşkili istiqamətində deyək ki, burada müəyyən koordinasiya işin həyata keçirilməsi, bu proses hamısı elə müavinə aiddir. Yəni, sırf belə deyək də, tədrislə bağlı məsələlərdir bunlar. Bunlar hamısı müavinə aiddir. Pedaqoji işçilərin, burada indi əvvəllər attestasiyası idi. İndi bu görürsünüz, artıq bu məsələ qanundan çıxarılıb, ona görə xətt qeyd olunub. Yəni, həmin bu pedaqoji işçilərin təkmilləşdirilməsi, onların sertifikatlaşdırma prosesinə cəlb olunması, müəyyən müəllimlər ki var, ixtisas artırma təliminə onlar cəlb olunurlar. Həmin müəllimlərin bu müəyyən bir kurslara cəlb olunmasıdır. Yeni fənn kurikulumları ilə əlaqədar müəyyən bir treninqlərə həmin müəllimlərin cəlb olunması. Bunlar hamısı müavinə aiddir. Və təbii ki, müəllimlərin peşəkarlıq səviyyəsini artırılması istiqamətində digər tədbirləri həyata keçirir. Təbii ki, müavin nə etməlidir? Tədrisin keyfiyyətini artırmalıdır. Yəni, bu istiqamətdə iş prosesi həyata keçirməlidir. Biz sizinlə məktəb daxili nəzarət haqqında danışacağıq. Məktəb daxili nəzarətin növləri haqqında danışacağıq. Ki, bura dərs dinləmə də daxildir, dərs müşahidəsi daxildir. Ondan sonra kompleks yoxlama ola bilər, frontal yoxlama ola bilər, müəllimin şəxsi yoxlaması ola bilər və yaxud tematik yoxlama, müxtəlif istiqamət üzrə yoxlamalar həyata keçirilə bilər. Təbii ki, bunlar hamısı da məktəb direktorunun əmri ilə həyata keçirilir. Və tədrisin keyfiyyətinin yüksəldilməsi bu ayrıca böyük bir mövzudur. Məktəbin inkişaf planı haqqında, sonra daxili keyfiyyət təminatı özünü qiymətləndirmə komissiyanın yaradılması haqqında biz sizinlə danışacağıq. Bunlar prioritet məsələlərdir. Bu dəqiqə müsahibədə demək olar ki, bu istiqamətdə suallar verilir. Bunu mən ayrıca danışacağım, çünki çox böyük bir mövzudur. Bu istiqamətdə hansı işlər görülməlidir? Tədrisin keyfiyyətinin artırılması, şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin edir. Şagirdlərin yarım illik, illik, yekun qiymətləndirməsinin uçotunu aparmalıdır, hesabat təqdim edir məktəb direktoruna. Buraxılış imtahanlarına hazırlıq işlərini həyata keçirir. Və təbii ki, təlimin keyfiyyətinin idarə olması məqsədi ilə monitoring qiymətləndirmə aparılmasını təmin edir. Belə yoldaşlar, demək olar ki, bizim dərsimiz bu qədər. Növbəti dərslərdə daha maraqlı dərslərimiz olacaq. Qeyd edim ki, biz situasiya sualları əsasında biz dərslərimizi keçəcəyik, amma bu vacib məsələlərdən biridir. Situasiya sualları da dedikdə, misal üçün situasiya təqdim edim mən sizə. Situasiya sualları bizdə deməli, bu formada situasiya sualları da hazırlamışam. Misal üçün, may situasiya sualını istəyirsinizsə təqdim edim sizə. Bax, mayda təqdim olunan situasiya suallarıdır. Baxın, belə bir PDF-də situasiya suallarıdır. 10 sualdır. Misal üçün, burada müasir təhsil haqqında fikirlərinizi bölüşün. Xitam zamanı Həmkarlar İttifaqının rəyi hansı müddətə verilir, necə verilir? İKT bacarıqlarınız, ümumi təhsil haqqında qanunda dəyişikliklər, təşkilatçı kimi bir iş gününüzü ətraflı təsvir edin. Elə bayaq biz avqust qrupumuzda elə bu may situasiya suallarını danışdıq və təşkilatçı kimi deyil, bir iş gününüzü təsvir edin. Yəni, bugün təşkilatçısan və bugün sən səhərdən, deyək ki, iş saatının bitənə qədər hansı işləri görmüsən, bu haqda danış. Hər bir sualın, deyək ki, sualın cavabı, burada deməli, hamısı qeyd olunub. Bu istiqamətdə olacaq bizim dərslərimiz. Bunu niyə qeyd edirəm ki, siz narahat olmayasınız, amma
bizim yəni bu situasiyalardan öncə məktəbin inkişaf planıdır, daxili keyfiyyət təminatı, özünü qiymətləndirmə komissiyasıdır və s. Bu haqda biz sizinlə mütləq danışmalıyıq. Sonra isə biz bu dediyim situasiya suallarına keçid edəcəyik. Belə, bu qədər bizim dərsimiz. Mənə sualınız varmı? Sizə qaranlıq qalan nəsə oldusa buyurun. Və yaxud hər hansısa bir fikrinizi qeyd etmək istəyirsinizsə bu da olar. Buyurun, mən sizi eşidirəm. Salam müəllimə. Salam. Hər kəsə uğurlar. Hər vaxtınız xeyir olsun. Müəllimə, indidən bilmək olar ki, məsələn, hansı mövzulardan daha çox sual düşə bilər və yaxud da, yəni onlar belə deyək də, hardan istəsələr oradan verəcəklər, yoxsa biz bilirikmi təxmini hansı mövzulardan daha çox sual düşür? Könül Əvvəlcədən bütün təşəkkürlər. mövzuları, yəni demək olar ki 99%, 100% desəm 100% ümumiyyətlə heç nə demək olmaz. 99% mən sualları bilirəm, hansı suallar müsahibədə verilir, hansı istiqamətdə verilir. Və təbii ki, bunu nəticə ilə mən qeyd edə bilərəm. Çünki nəticələrimizi də bilirsiniz. Ona görə yəni sualları bilirik ki, müəllimlər həmin suallarla gedirlər, öyrənirlər, müsahibədə uğur qazanırlar ki, inşallah ki, bu qrupdakı müəllimlərin də çox gözəl uğurları olar və onları biz qeyd edərik. Bəli, sualları biz bilirik. Bunlar hamısı məndə var. Çox sağ olun müəllimə. Cavablam. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Müəllimə, müsahibə mərhələsi təxminən nə vaxta gözlənilir? Dediyim kimi, müsahibə elə olur ki, qeydiyyat prosesi ki başlayır, ondan sonra sənədlər yoxlanılır. Müəyyən yoldaşlara olur ki, imtina gəlir, sənədini düz yüklənmir və yaxud stajı imkan vermir, hər hansısa bir səbəb ola bilər. Ondan sonra da artıq təxmini bir ay yarımdan, bəzən 2 aydan oldu ki, direktorların dəvəti gəldi. Bəzən ola bilər ki, bir aydan artıq dəvətlər gəlsin. Ola bilər, amma yenə də hər bir halda biz hələlik həftədə 2 dəfə olaraq dərsə başlayırıq. Amma müsahibə tezləşərsə, artıq birdən xəbər yayılsa ki, artıq müsahibələr başlayır, biz o zaman hər gün olaraq dərsləri keçəcəyik. Hər bir halda müsahibəyə hazır gedəcəksiniz, narahat olmayın. Zülfiyə xanım, qeydiyyat zamanı MİQ və yaxud sertifikasiya balı tələb olunur. Baxın, qeydiyyat zamanı orada sistemdə görünür. Misal üçün, sizin MİQ balınız da var deyək ki, ondan sonra sertifikasiya balınız da var, direktorların işə qəbulunda iştirak etmişsiniz, həmin bal da var. Hansı ballarınız varsa orada sistemdə qeyd olunur və sistemdən siz seçirsiniz istədiyiniz balı. Mən həmişə qeyd edirəm ki, ən yüksək olanı seçin. Bəzən düşünürlər ki, imенно sertifikasiya balı olmalıdır. Baxın, mən özüm də müsahibədə iştirak etmişəm bu yaxınlarda. Mənim sertifikasiya balım yoxdur, çünki mən 14 ildir direktor vəzifəsində çalışıram və mən sertifikasiyada hələ ki iştirak etməmişəm. Məlum məsələdir ki, direktorlar, yəni rəhbər şəxslər hələ ki onların sertifikatlaşdırma prosesi həyata keçirilməyib. Ona görə mən diaqnostik balım var idi və mən diaqnostik balla iştirak etdim. Onu qeyd etmək istəyirəm ki, siz ən yüksək olanı seçin. Sertifikasiya balınız azdırsa, MİQ balınız yüksəkdirsə, MİQ balınızı seçin siz. Sertifikasiyanı seçməyin. Mütləq deyil ki, sertifikasiya seçilsin. Aydındırmı? Belə. Mən bunu niyə deyirəm? Bəzən deyirlər ki, yox, mənə filan kəs dedi ki, bəs imенно sertifikasiya balı olmalıdır. Yaxşı, nazirlik niyə orada 3 seçim qoyur sizdə? Üçündən birinə qaliçka qoyursunuz. Düzdür? Hansını istəsəz seçirsiniz. Düzdür? Müəllimə kim idi məndən danışan? Bəli, müəllimə, ən yüksəyi seçmək lazımdır orada. Siz qeydiyyatdan keçdiyiniz zaman bir neçə burada qeyd olunmuşdur. Mən çox imtahan vermişəm. Nə imtahan vermişəm, hamısı çıxmışdı. Hamısı çıxmışdı. Ən yüksəyi. Bəli, hamısı. Bəli. Bəli, 2007-ci ildə diaqnostik vermişəm, ta əvvəl təzə işləyəndə. Onlardan belə hamısı çıxmışdı. Mən də elə onu demək istəyirəm. Yox, əgər ancaq sertifikatlaşdırma balı ilə namizəd gedib müsahibədə iştirak edə bilirdisə, ancaq sertifikatlaşdırma orada qeyd olunasıydı. Sertifikasiya balı qeyd olunardı. Axı orada bir neçə seçim verilir. Hansını istəsəz seçə bilirsiniz. İzah edə bildim fikrimi? Hansı yüksəkdirsə onu seçin. MİQ yüksəkdir, MİQ-i seçin. Müəllimə, mən sertifikasiyada iştirak eləmişəm, 54 bal toplamışam. Ancaq mənim səhifəmdə gəlməyib. Müsahibəyə getmədiyimə görə ola bilər. Yəni hal-hazırda müsahibə mərhələsi olmayıb deyə getməmişəm. Ola bilər. Heç nə olmaz. O da sizin üçün üstünlükdür. Çünki siz yəqin ki, texnologiya ya tarix müəllimisiniz. Hansı müəllimisiniz? Xeyr, informatika müəllimisi. İnformatika sadəcə stajım azdır deyə bu il düşmüşəm. Bildim. Yeni hədə 3 iliniz bu il bitir. Belə? Bəli. 4 stajım. 4-cü ildir. Tamam, aydındır. Əla.
Belə yoldaşlar. Başqa Natiqə müəllimə buyurun deyin. Salam müəllim, hər vaxtınız xeyir. Bir dənə sualım var. Məsələn, müavinlik imtahanından uğurla keçən şəxs yenə də tədris edir də öz fənnini bəzi hallarda. Yenə də sertifikasiya imtahanına girir, yoxsa ehtiyac qalmır artıq? Müavinlik imtahanda iştirak edən, təbii ki, sertifikatlaşdırma prosesi artıq 2026-27-ci tədris ili üçün nəzərdə tutulub rəhbər şəxslər üçün və təbii ki, 0,5 stavka ilə çalışan müavinlər onlar sertifikatlaşdırmada iştirak ediblər. 1 stavka ilə çalışanlar da artıq bu yeni tədris ilindən artıq gözlənilir sertifikasiya. Bununla bağlı cənab nazir də öz qeydini aparmışdır. Orada da idarə etməklə bağlı olur da, yəqin ki, test mərhələsi olur. Bununla bağlı hər hansı bir rəsmi sənəd olmadığı üçün mən deyə bilmirəm, ya idarə etmədən olacaq öz istəyim, ya da ki, öz fənnindən bunu deyə bilmirəm dəqiqliyi. Aydındır. Oldu müəllim. Çox güman ki, həm ixtisasda olacaq, həm idarə etmədə. Çünki əmək funksiyası nədir? Bax, müavinin. Bayaq mən sizə əmək funksiyanı izah etdim. Bu əmək funksiyasını bilməlidir də işçi, düzdür? Bu haqda mütləq suallar olacaq düşünürəm. Belə. Oldu, çox sağ olun müəllim. Təşəkkür edirəm. Başqa kiminsə sualı var? Müəllimə, mən imtahanda məsələn müsahibədən keçdim. İndi işlədiyim yox, başqa məktəbə düşdüm də. Onda hazırda işlədiyim məktəblə müqaviləmi bitirməliyəm. Təbii ki, ərizə yazırsınız, müqaviləyə xitam verilir və yeni işə qəbul olunursunuz, yeni müqavilə bağlanılır, belə olur. Aha. Tamam. Xədicə müəllimə buyurun. Çox üzr istəyirəm Zülfiyə müəllimə, vaxtınızı alıram. Bu qeydiyyat zamanı orada 3 məktəb seçirik də. Mənə maraqlıdır ki, o 500 plus, 500 minuslar maşallah çoxdur da, vakansiyada kifayət qədərdir. Yəni qəbul almaq üçün belə deyək də, o yerlərin dolması üçün varmı, yəni real olaraq da o fakt rol oynayır mu? 500 plusda tutaq ki, şans az olsun, 500 minusda çox olsun. Elə bir ehtimal nə qədər? Elə bir hal yoxdur ki, 500 plusda. Yəni bu abituriyentlərdə necə ki qəbul prosesi həyata keçirilir, bu cür olmur da, belə deyək. Siz sağ ol. Bəli, bu o deyil. Mən elə başa düşdüm ki, siz onu soruşursunuz. Bəli. Birinci, sizin 51 plus balınız varsa, siz 500 plus şagird olan məktəb seçirsiniz və orada ardıcıllıq əsasında dəvət olur. Dəvət prosesi necə həyata keçirilir? Bunu da izah edim mən sizə. Birinci, misal üçün mən direktorlar müsahibəsində iştirak etdim. Bu müsahibədə necə proses həyata keçirilirdi? Birinci direktorlar dəvət olundu. Sonra müavinlər dəvət olundu. Sonra həmin məktəbdə çalışan müəllimlər dəvət olundu. Dedilər ki, məsəl üçün 5 nömrəli məktəbdə mən çalışıram. Mən 5 nömrəli məktəbin müəllimiyəmsə, məni birinci çağırırlar. Yox, 5 nömrəli məktəbdə müəllim yoxdursa, Həsən müəllim 3 nömrəli məktəbin müəllimidir, oranı yazıb. Onun da balı yüksəkdir. Həsən müəllimi daha tez çağırırlar. Misal olaraq qeyd edirəm də. Bu formada dəvət olur. Yəni əraziyə yaxın, bir də işlədiyin müəssisəyə. İndi bu dəqiqə müavinlik imtahanıdır da, deyək ki, müsahibə olacaq, keçirilir və müavinlər, birinci müavin olanlar da gedə bilir də, iştirak edə bilir. Müavinlər dəvət olunacaq. Sonra həmin məktəbdə çalışan müəllimlər dəvət olunacaq. Sonra daha yüksək balı olan müəllimlər dəvət olunacaq. Yerlər doldusa SMS gələcək ki, bəs artıq deyək ki, namizədlər uyğun seçilmişdir, növbəti müsabiqədə iştirak etməyə dəvət edirik. Bu formada olur, yoldaşlar. Aydındır, təşəkkür edirəm. Uğurlar hər birinizə, Allah belə deyək, ağzınıza çatdırsın, inşallah gerçi yaxşı olar. Buyurun Sevdə müəllimə. Salam, axşamınız xeyir olsun. Hər kəsə uğurlar arzu edirəm, çox sağ olun sizdə gözəl izaha görə. Mən də nəyə sual vermək istəyirdim? 0,5 olan ştatlar var. Növbət dəfə bir ştata keçmək üçün də imtahan vermək lazım. Yoxsa məktəb daxili əmrlə olur artıq direktorun əmri ilə? Elə bir ki, 30 sinif komplekti olan məktəblərdə 1 stavka olur da müavin. Hər 10 sinif komplektindən 0,5 stavka artır. Hər 10 sinif komplekti artdığı zaman 0,5 stavka artır. Elə bir həmin o sizin bu 0,5 stavka olan müavin vəzifəniz 10 sinif komplekti artandan sonra 0,5 yox, 1 stavka olacaq. Daha buna imtahana ehtiyac yoxdur. Uca həmin 0,5 stavka ilə çalışan müavinin stavkası 1 olacaq. Yox, yenə 0,5 artsa, o uca 0,5 vakanta çıxacaq, 0,5 ilə artıq kimsə gələcək məktəbə. Aydındırmı? Yəni, 0,5 məsələn seçsəm, növbət belə deyim də, ta ki 3 aydan 5 aydan sonra ehtiyac olursa, bir ştat olursa, artıq yəni mənə əmrlə bir ştat edə bilər də direktor. Təbii ki, o
formada daxili əmrli olur. Bəli. Təşəkkür ederim. Tamam, mən təşəkkür edirəm. Könül müəllimə, buyurun. Salam Zülfiyə müəllimə, axşamınız xeyir. Axşamınız xeyir Bütün olsun. qoşulan müəllimləri də salamlayıram. Hər vaxtınız xeyir olsun. Təşəkkür. Zülfiyə müəllimə, mənim sualım belədir ki, əgər direktorlara və direktor müavinlərinə sertifikasiya olarsa, onların maaş artımı vəzifə maaşına olacaq, yoxsa ki, onların dərs dediyi saatın puluna olacaq? Yox, Artımı nəzərdə tuturam. Müavin var ki, onun dərs saatı yoxdur ümumiyyətlə. Baxın, mənim Bəli, elə mənim özüm müavinəm, ancaq dərs saatim yoxdur. Yəni mənə ona görə maraqlıdır. Vəzifə maaşına artım olacaq da, ona görə də bizim maaşlarımız artmır, əmək haqqlarımız və sertifikatlaşdırma həyata keçirilən zaman 10%, 35%, 51+ bal olanlar üçün bu maaş artımı olacaq təbii ki. Bəli. Bir də bir sualım var Zülfiyə müəllimə. Dərs saatında da təbii ki, bu əlavə olunacaq həm vəzifəyə, həm dərs saatına. Aha. Tamam. Bu il bir çox məktəblər tam orta məktəb layihəsinə qoşuldu. Mənə maraqlıdır ki, indən sonra da başqa məktəblər də bu layihəyə qoşulacaqmı? Tutaq ki, bizdə Gəncədə bizim məktəb hal-hazırda qoşulmayıb. Ancaq bu il əlavə olaraq 4 məktəb tam orta məktəb layihəsinə qoşuldu. Yəni mən də çox istərdim məktəbimiz qoşulsun. Yəni gələcəkdə gözlənilirmi növbəti il, o biri il bizim məktəblər də qoşulsun? Ola da bilər Könül müəllimə. Biz bununla bağlı heç nə deyə bilmirik. Çünki cənab nazir bununla bağlı ayrıca əmr imzalayır ki, belə bir məktəblərin açılması ilə bağlı. Baxın, əvvəl regionda bir məktəb idi. Bizim regionda Şəkidə belə bir məktəb fəaliyyət göstərirdi. Yəqin ki, burada Şəkidən müəllimlər dərsə qoşulub bilirlər. Amma bu ildən, yəni 2026-27-ci tədris ilindən hər rayonda bir məktəb açıldı. Bizdə rayonda 5 nömrəli məktəb, Balakəndə, yəni biz Zaqataladayıq, Zaqatalada bilirsiniz yəqin ki. Zaqatalada bir məktəb, Balakəndə, Qaxda, Şəkidə, Qəbələdə, Oğuzda hər rayonda bir məktəb var. İndi gələcək üçün biz deyə bilmərik, artıq bunu nazirlik bilər ki, başqa məktəblərdə olacaq ya yox. Amma hələ ki bir layihə olaraq bu məktəblər artıq orada adam başına maliyyələşmə də həyata keçiriləcək və publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək həmin məktəblər. Hələ ki bir layihə olaraq hər rayonda bir məktəb artıq təsis olunub. İndi görək gələcək üçün nə göstərir. Yəni bununla bağlı mən konkret bir fikir qeyd edə bilməyəcəm. Çünki bunu artıq uca nazirlik bilir. Aha. Təşəkkür edirəm. Savad müəllimə, siz də deyin, təxminə müəlliməni də dinləyək. Mən sizinlə sağollaşım sonra da icazənizlə. Buyurun Savad müəllimə. Zülfiyə müəllimə, salam. Savad müəllimə. Zülfiyə müəllimə. Zülfiyə xanım, bilirsiniz mənim sualım nə olacaq? Əslində, ucu neçənci dəfədir qeydiyyatdan keçdim, heç birində müsahibəyə dəvət almadım. Yəni, biraz adam ruhdan da düşür ki, görəsən yenə həmin proses, axırda müavinliyə qeydiyyatdan keçdim. Görəsən müavinlikdə də həmin bir problem yarana bilər. Yəni, demirəm, mütləq şəkildə məni təyin etsinlər. Amma ən azından müsahibəyə dəvət almamız yaxşı olardı. Savad müəllimə, problem ola bilər, siz sənədi yükləməmisiniz düz. Ola bilər... Mən, Zülfiyə xanım, mənə SMS uğurlu gəlir. Mənə SMS uğurlu gəlir. Hər dəfəsində şükürallah uğurlu gəlib mənə SMS. Sadəcə dəvət almamışam mən müsahibəyə. Bəli, Savad müəllimə, mən bayaq dediyim qayda var idi. Hansı ki, birinci direktor, sonra müavin dəvət olundu, sonra müəllim, həmin məktəbin müəllimi, müavini. Bax, bu məsələyə görə sizə növbə çatmayıb. Növbə məsələsidir. Elə bir ki, biz nəyəsə növbədə gözlədiyimiz zaman necə olur? Birinci keçir, ikincisi, üçüncü keçir, sonra sonda bizə növbə çatmır, bağlanır, iş vaxtı bitir. Bəli. Belə bir məsələdir burada. Sadəcə sırf Savad İsmailovanı dəvət etməmək kimi məsələ deyil. İndi bu dəfə görək necə olur. Sizə daha belə deyək də, orada eyni bal toplayan, yüksək bal toplayan müəllimlər, bunlar da nəzərə alınır. Deyək ki, Savad müəllimənin deyək ki, 58 balı var, digər müəllimin də 58 balı var, onun magistr diplomu var, misal üçün. Onu çağıracaqlar, Savad müəlliməni ikinci çağıracaqlar. Belə bir məsələ də ola bilər. Çox təəssüf ki, 16 illik təcrübə, magistr fərqlənmə hamısı var, amma gözümüz yoldadır hələ ki. İnşallah olacaq. Bu dəfə ümidinizi üzməyin, inşallah ki olar. Təxminə müəllimə. İnşallah. Salam, axşamınız xeyir olsun müəllimlər. Axşamınız xeyir olsun. Bilirsiniz siz nə ilə bağlı misal üzərindən deyirəm, konkret ad çəkməyəcəm. Misal üçün mən direktoram, ancaq belə deyək də sertifikasiyada iştirak etməmişəm təbii ki. Diaqnostik qiymətləndirmə balında 40 baldır. Direktorun işə qəbulu üzrə qeydiyyatdan keçmişəm. Müsahibəyə çağırılmaya bilərəm. Yəni burada direktorlarda da bal məsələsi varmı? Təbii ki.
O zaman çağırılmayacaq. Diaqnostik qiymətləndirmə balı 40 baldırsa. 40 baldırsa təəssüf ki, yəni 42 minimum bal olmalıdır diq balı və yaxud siz qiymətləndirmədə iştirak etmisinizsə, dəqiq səsinizi bağlayın, zəhmət olmasa. Nəysə burada eşitmək olmur. Aha, deməli yoldaşlar 42 bal minimum olmalıdır. 42-51 aralığında 500 minus şagird sayılan məktəblər üçün, yəni müsabiqədə iştirak etmək üçün 51 plus balı olanlar da 500 plus şagird sayılan məktəblər üçün iştirak edə bilər. Bəli, bu formada. Hər ikisini də mən seçə bilərik. 40 balınız varsa çox təəssüf ki, yəni düşünürəm dəvət gəlməyəcək, amma yenə də qeydiyyatdan keçinsiz hər ehtimala görək nə olur, necə olur. Yaxşı yoldaşlar. Belə. Müəllimə, üzrə sayın, bu 40 bal nəyə nəzərdə tutursunuz? Sertifikasiya balı. Diaqnostik balı müəllimə. Axı mən diaqnostikdə iştirak etməmişəm, ondan nəyə nəzər alacaqlar? Siz işə necə qəbul olmusunuz? MİQ-lə, düzdür? Bəli, MİQ-lə qəbul olmuşam. Balınız var? Bəli, bəli. Nə qədərdir? 64. Şurada əla. 64 bal, hə, 64 orada 70%, 100-dən 64-dür o. Bəli, bəli, 100-dən 64-dür. 100-dən 70% deyir də. O zaman uyğun olmur o da. Onu da 500-dən aşağını seçməliyəm mən. 500-dən aşağı da uyğun olmur da. Baxın 100-dən 64% deməkdir. 70% olmalıdır. 70 və 85% qaydalarda deyil. Baxın, siz mənim statusuma baxın, zəhmət olmasa. Mən Facebookda müavinlərlə bağlı müddianın paylaşdığı həmin bu belə deyək, şəkillər var idi. Onları paylaşmışam. Müavinə aid olan məsələlər var. Onu bir dənə baxın siz, zəhmət olmasa. Sual-cavab var. Direktor müavinin işə qəbulu üzrə müsabiqə ilə bağlı 1, 2, 3, 4 sual-cavab belə bir şəkil. Səhifəni qrupda paylaşarsınız da mənimlə. Facebook səhifəsində. Bəli. Olar bir sual da bölümümüzü istəyirəm. Olar. Həm 500 minus seçmək olar, həm region, həm şəhər. Belə qarışıq seçmək olar, yəni. Məndə 53 baldır. Baxın, müavinlik üzrə, hansı ki bu qeydiyyat prosesinin linkini göndərmişdim. Hər kəs burada qeydiyyatdan keçə bilər. Təşkilatçılıq üzrə isə hər kəs öz regionu üçün səhifəyə daxil olun, təhsil idarənin səhifəsinə. Orada təşkilatçıların işə qəbul üzrə müsabiqənin linki paylaşılıb. Təşkilatçılığın linkindən də qeydiyyatdan keçin, müavinlikdən də keçin. Hər ikisindən qeydiyyatdan keçin. Bir də izah edim. Baxın, mən sizə müddianın paylaşdığı tədris, təlim, tərbiyə işləri üzrə direktor müavini, digər profillər üzrə qeydiyyat prosesinin linkini göndərmişəm. Statusda da paylaşmışdım. Onu mən qruplara göndərdim. Oradan da qeydiyyatdan keçin. Bir də özünüz çalışdığınız regional təhsil idarəsinin səhifəsinə baxın Facebookda. Orada təşkilatçı vəzifəsinə işə qəbul üzrə linklər paylaşılıb. Qeydiyyat prosesinin elanı verilib. Oradan da qeydiyyatdan keçin. Təşkilatçı vəzifəsinə də qeydiyyatdan keçin, orada da iştirak edin. Yəni, həm təşkilatçı, həm də ki, müavin vəzifəsi üzrə qeydiyyatdan keçə bilirsiniz, müsabiqədə iştirak edə bilirsiniz. İzah edə bildim fikrimi, nə demək istəyirəm, yoldaşlar? Bəli, bəs 500 minus 5 plus seçmək olar, yəni 3-dən ta işləm. Plus üçün qiymətləndirmə nəticəsi 70%-dən az olmamalıdır 500 minus üçün, 500 plus üçün də 85%-dən yüksək olmalıdır. Yəni 42-51 bal aralığı 500 minus məktəb üçün, 51 plus 60 bala qədər də bu 500 plus məktəb üçün. İndi aydın oldu mu? Bəli, yəni məndə 53 baldır. Yəni mən hər ikisini seçə bilərəm, onu demək istəyirəm. Hər ikisini təbii ki. 500 minus da seçə bilirsiniz, 500 plus da seçə bilirsiniz. Bəli. Çox sağ olun. Təşəkkür ederim. Mən təşəkkür edirəm. Oldu yoldaşlar. Mən sizinlə sağollaşıram. Xoş idi sizinlə görüşmək. İnşallah növbəti dərslərdə görüşmək ümidi ilə mən sizinlə sağollaşıram. Gecəniz xeyrə qalsın.